verilişin baş sponsoru Respublika Diagnostika Mərkəzidir. Hər vaxtın xeyir Azərbaycan. Bugün həftənin sonuncu günü, sonuncu iş günü və sonuncu yaşamaq gözəlləri təqdim edirik. Saat 2 tamam, yaxın 2 saat ərzində, 5 gündən fərqli olaraq bugün 2 saat ərzində sizinlə birlikdə olacağıq. Studiyadan mənəm Murad və həmkarım, dəyərli həmkarım Sanan və bərabər yaşamaq gözəlləri təqdim edirik. Biz başlayalım. Təşəkkür Murad. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Gününüz aydın olsun, gününüz uğurlu olsun, həftə sonunuz uğurlu olsun və bu həftə sonunda ümid edirik ki, yaxşı istirahət edəcəksiniz və həftənin ağır stresini, ağır iş yükünü üzərinizdən atıb yeni həftəyə ümidlə və belə də enerji ilə başlaya biləcəksiniz. Biz də bunun üçün əlimizdən gələni eləyəcəyik və xüsusən də can sağlığımızla bağlı məlumatları sizə çatdıracağıq. Çünki canımız sağ olmasa digər problemləri də həll etməyə nə enerjimiz, nə də həvəsimiz olar. Və biz bugün hansı mövzuları danışacağıq, hansı mövzuları elan eləyəcəyik sizə, sizinlə hansı müzakirələr aparacağıq, bax, bütün bunları anonsdan biləcəksiniz. Mövzuları keçməzdən əvvəl bir məsələni də bildirək. Bütün nədən danışırıqsa, nəyi müzakirə ediriksə, heç bir kompleksiz, heç bir utanma çəkinmə olmadığınızda bizimlə öz problemlərinizi bölüşə bilərsiniz, həkimlərə bildirə bilərsiniz və məmnuniyyətlə eşitməyə, yazdıqlarınızı görməyə şadıq. Facebook səhifəmiz var, təqdim edəcəyik birazdan. Diqqətinizdə olsa maraqlı bir 2 saat keçirəcəyik və bütün, belə deyək, o qışın soyuğuna, çovğununa, qarına, zəhlətökən havasına baxmayaraq bir fincan çay, kofe və yaxud da ki, bir günorta nahar edirsinizsə bir nahar başlayaq və yaxşılıq keçirək 2 saatı. İnsanı kənardan gələn təsirlərdən qoruyan və eyni zamanda bir çox problemin baş qaldırdığı dəridən danışırıq. Hansı problemlər dəridə sızanaqların yaranmasına gətirib çıxarır və birbaşa olaraq dəri ilə əlaqəsi olan saç tökülməsinin əsas səbəblərini biləcəyik. Qalxana bənzər vəzi problemləri, bunların aradan qaldırılması və bütün endokrinoloji problemlərdən danışacağıq. Yaşamaq gözəldir. Mütləq izləyin. Elan etdiyimiz bu mövzularımızla yanaşı, həm də yüksək təzyiqlə də bağlı sizə məlumat verəcəyik. Xüsusilə də hamilələrdə əgər bu problem varsa nə etməlidirlər və doktorlarımızın dəyərli məsləhətləri olacaq. Əziz xanımlar, diqqətli olun, hamiləlik, üstəgəl də burada yüksək təzyiq probleminiz varsa, siz necə davranmalısınız, nə etməlisiniz, mütəxəssislərimiz sizə məlumat verəcək bu barədə. Sonuna qədər proqramımızı izləyin və yeri gəlmişkən elə söyleyeyim ki, bugün Yaşamaq Gözəldir 2 saat müddətində izləyəcəksiniz. Canlı efirimizin nömrəsi 024 244 11 99 elə indidən etibarən zəng eləyə bilərsiniz. Endokrinoloji problemlərlə bağlı, dəri problemləri ilə bağlı suallarınızı ünvanlaya bilərsiniz və Facebook ünvanımız. Onu da sizə təqdim edək. Burada yaza bilərsiniz. Xüsusilə də dəri problemləri ilə bağlı fotoları da göndərə bilərsiniz ünvanımıza. Biz də doktorlarımıza göstərək, suallarınızı cavablandırsınlar. Alik, zəhmət olmasa təntənəli surətdə bizim o Facebook səhifəmizdə təqdim elə və kim yazmaq istəyirsə ünvanı görsün və buradan bizə öz fikirlərini göndərsin. Yaşamaq gözəldir. Belə bir səhifəmiz var. Yaza bilərsiniz, hər hansı bir məsələ ilə bağlı fikirlərinizi bildirə bilərsiniz, tərifləyə bilərsiniz. Ən əsası budur, ən vacibi, 21-ci əsrin əvəz olunmaz, belə deyək, məsələlərini bir təriflənmək. Bunu hər kəs çox sevir. Tənqid eləyə bilərsiniz. Bunu üzdə hamı desə ki, yaxşı şeydir, içərdən hamı deyir ki, eləməyin və biz, belə deyək, qonağımızı yavaş-yavaş dəvət edirik studiyaya və o ilə bərabər çalışacağıq, bəzi məsələləri aydınlaşdıraq. Bizim dermatoveneroloqumuz studiyadadır artıq. Şikar Hüseynov, buyursun studiyaya. Hoş gəldiniz doktor. Hər vaxtınız xeyir olsun. Hoş gəldiniz, necəsiniz? Yaxşı olar yerimizi dəyişəsiniz bir anda dayanın. Bizi daha rahat görə bilərsiniz. İlk dəfə də doktor sizinlə görüşürük. Ümid edirik ki, belə deyək, lazımınca sualları cavablandıracağıq və həm söhbət olacaq. Tamaşaçılarımız da bundan bəhrələnəcəklər. Necədir işlər? Sağ olun, çox sağ olun. Soyuq hava ilə aranız necədir? Soyuqlar valla bizi pis yakaladı. Pis yakaladısa deməli aranız yaxşıdır. Məsələn, elə adam var ki,
istidən ötürü ölür. Yəni istəyir bir 50 dərəcəsində olsun, onun üçün problem yoxdur. Amma bir balaca soyuq olanda artıq da onun üçün zəhlətökən haldır. O qrupdansan. Hə, mən o belə deyək. Düzdür, elə mən də o qrupdanam. Soyuqla heç bir aramız yoxdur. Aha. Hə. Biz bugün bir çox məsələyə toxunacağıq həkimlə bərabər. Nə suallarınız olsa həkimə bildirə bilərsiniz. O da cavablandıra bilər. Yetər ki, bir zəng eləyin, bir telefon zəngi qədər yaxınlıq əslində sizə. 024 244 11 99 bizim telefonumuzdur. Bizim ümumiyyətlə belə deyək, gözəl görünüşümüz, belə deyək, ətrafdakı insanlarla ünsiyyətimiz, ümumiyyətlə özümüzə əminliyimiz olsun deyə gözəl görünməyimiz həqiqətən də çox vacibdir və çox insanda bu kompleksdir ki, dərisində, dişlərində bir problem olarsa, saçlarında bir problem olarsa, bunu özünü çox böyük formada kompleks edən insanlar var. Məhz bugün bu problemləri araşdıracağıq və bunların dayandığı səbəbləri araşdıracağıq. Niyə belə deyək, dərimizdə, saçlarımızda problem yaranır ki, belə deyək, kökündə hansı səbəblər dayanır ki, belə problemlərimiz yaranır. Sizin də suallarınız varsa, buyura bilərsiniz. Dəri əslində çox zərif bir orqan sayılır da, hə? Bəli, Dəri əslində bədənimizin ən böyük orqanıdır. Ən böyük orqanımızdır. Bəli. Yetişkin bir insanda sahə etibarilə 2 kvadrat metr bərabər təqribən ölçümü etibarilə bir sahəni kapsayan bir orqandır. Yəni saç, dırnaq əlavələrlə bərabər. Deməli, insanı kənardan əhatə edən bütün nə varsa, siz onlarla bağlı iş görürsünüz. Belə baxanda dərinin heç də problemləri az deyil və dəri problemlərindən əziyyət çəkən insanlar da az deyil. Bunun ən yüngül formasından tutmuş ən ağır formalarına qədər bir çox insanlarda bu özünü göstərir. Ümumiyyətlə doktor, belə deyək, son dövrlər öz praktikanızda gördüyünüz ən çox belə deyək, hansı problemlərlə bağlı sizə müraciət edən insanlar? Belə deyək, əslində bu problemlər yaş dövrünün, hər yaş dövrünün spesifik dəri, saç və ya dırnaq problemləri ilə qarşılaşırıq. Məsəl üçün, uşaqlarda daha çox allergik tipli, yəni diatez tipli dəri xəstəliklərinə rast gəlinir. Ondan sonra yetişkinlərdə daha çox sızanaqlar, yəni akne dediyimiz problemlərə rast gəlirik. Müəyyən dövrdə. Müəyyən dövrdə, bəli, yeniyetməlikdən sonra. Daha ilərləyən yaşlarda, yəni gənclik və dönəmində saç tökülmələri daha gündəmdədir. Ondan sonra müxtəlif tip, həm genetik olan saç tökülmələri və ya hamiləlikdən sonra görülən saç tökülmələri, indi bu günləri əslində onları əhatə edəcəyik. Sonra yaş yenə artdıqca dəridə quruluq və buna bağlı olan xəstəliklər görülür. Yəni yaş qruplarına görə xəstəliklər müxtəlifdir. Əslində diatezlə bağlı ilə ilk olaraq vurğuladınız. Son dövrlər yaşlı nəsildə, xanımlar da deyirlər ki, əvvəllər belə problemlər olmazdı. Uşaqların indi demək olar ki, əksəriyyəti diatezdən əziyyət çəkirlər. Sizcə də mi belədir ki, əvvəllər olmayıb, indi var və bunu belə deyək, provokasiya edən səbəblər nədir? O əslində yenə də düzgün bir təsbitdir. Çünki əslində bu diatez və ya allergik tipli dəri xəstəlikləri daha şəhər tipli yaşayan insanlarda görülür və bu bizim gündəlik olaraq gigiyenik şərtlər, qaydalara daha çox əməl elədikcə, yəni daha təmizlik nöqteyi nəzərindən bir paradoksdur bu. Maraqlıdır. Bəli. Daha təmiz qalmağa çalışdıqca bu dərimizin allergik və ya diatez tipli problemlərlə qarşılaşmasına səbəb olur. Və bunu əslində 80-ci illərdən sonra almanlar bunu ixtira ediblər ilk dəfə və onlar gündəmə gətiriblər və adını da qoyublar gigiyena teoriyası. Yəni belə deyək və siz də qatılacaqsınız, rayonlarda və daha belə deyək, ucqar bölgələrdə yaşayan insanların övladlarında diatezə ya çox az rast gəlinir, ya da ki demək olar ki yoxdur. Şəhərlərdə isə diatezdir, allergik dermatitdir, atopik diatezdir, atopik dermatitdir, yəni istənilən cür adlandırıla bilər. Bu xəstəliklərin sayı həddindən artıq. O da niyə görədir? Hər dəqiqə, belə deyək, dərini tez-tez yumaqlar, tez-tez silməklər. Bu həm dəridə olan problemlərlə bağlıdır məncə. Ümumi bir çox xəstəlikdir. Məsələn, deyək ki, bir Süleyman Sani Axundov idi də, bir Qaraca qız. Onun idi səhvlənməmişsə, yox, Süleyman Sani Axundov deyildi məncə. Baxmışsınız da filmi də var. Qaraca qız. Orada o Qaraca qızla Ağca xanım kimdir? Biri elə bir, deyək ki, bir kənd uşağı, bir şəhər uşağı. Yəni, dəymə düşər olmaq mənasında bir çox xəstəliklərdə şəhər uşaqları belədilər. Doktor, ümumiyyətlə, hamilə xanımın belə qidalanması, həyat tərzi də övladının diatezdən əziyyət çəkəcəyinə yozlarmı? Bəli.
Və əslində diatez həm endogen, həm də egzogen, yəni həm daxildən, həm də xaricdən olan allergenlərin səbəbi nəticəsində yaranır və burada ananın ya da hamilə xanımın ya da ki sonra da süd verdiyi dönəmdə xanımın bəsləndiyi qidaların birbaşa diatezin şiddətində və ya uşağın diatezə meylliliyində rolu vardır. Gəlin, bilirsiniz neyini? Məsələn, indi bizi bu dəqiqə televizoru açan və bizə baxan insanlar məsələn düşünə bilərlər ki, diatez nədir görəsən? Diatez haqqında danışır. Diatez nə olan şeydir? Körpəsi olan analar bunu çox yaxşı bilir. Yəni bu problemi görməyən və yaşamayan insan bu barədə məlumatsızdır. Diatez nə olan şeydir? Yəni bir açıqlayaq. Ümumiyyətlə o diatez dedikdə bu bir atopik bir terimi ilk açıqlayaq, ondan sonra oturacaq. Atopik allergiyaya yatqın, allergiyaya meylli olan insanlarda, yəni belə deyək, daha şey olaraq sadə dildə deyərsən, yəni allergiyaya yatqınlıq daha oturur yəni. Əslində bu atopik marş deyilən bir termin var yenə. Burada allergik dermatit, yəni atopik dermatit, ondan sonra allergik rinit və bronxial astma. Bunlar əslində eyni elə bil ki, eyni qrupda, hə? Eyni xəstəlik deyək, yoxsa eyni xəstəlik deməyək. Eyni atopi dediyimiz o şeyin fərqli növləridir. Elə bir suyun üç halı kimi düşünək. Eyni problemin fərqli yerləri tutması şəklində deyək. Dəridə olarsa dəridə quruluq, çatlanma, qaşıntı, qızarıqlıq şəklində özünü biruzə verir. Məsəl üçün allergik rinit dediyimizdə burada burunda tez-tez burun axmaları, askırmalar günəşə çıxanda ola bilir və ya yaz-payız aylarında şiddətlənə bilir. Bununla daha çox allergoloqlar və burun, qulaq, boğaz həkimləri məşğul olur və bronxial astma və ya obstruktiv bronxit, asmatik komponentlə gedən, bununla pulmonoloq və ya allergoloqlar yəni məşğul olur. Bunlar əslində atopik triada, yəni üçlükdür. Və bu hər üçünün ortaq şeyi də məhz yenə o allergiyaya yatqınlıq, meyillilik məsələsi. Doktor, belə deyək, bir müddət yüngülvari olaraq allergiyadan əziyyət çəkən insanlar, belə deyək, əhəmiyyət verməsələr, elə öz dövründə əziyyətini çəkib bitirsələr, belə deyək, yavaş-yavaş bu getdikcə dərinləşəcək və sizin dediyiniz digər ağır mərhələlər mi keçəcək? Bəli. Məhz uşaqlıq yaşamın ilk illərində atopik dermatitlə biz bunu görürük. Daha sonraki illərdə allergik rinit və ya asmatik komponentlə gedən bronxial astma və ya obstruktiv bronxitə dönüşə bilər. Dolayısıyla əslində bu yaxınlarda Bakıda bir toplantı da oldu. Oradan bir xarici qonaq da gəlmişdi. O bir gözəl bir fikir dedi ki, yəni biz həkimlər olaraq borcluyuq ki, valideynləri bunu maarifləndirək və də valideynlər də borcludular ki, uşaqlarının, övladlarının daha sonra dediyiniz kimi hər yaş dövründə bu şəkil dəyişir. Yəni başqa şəkillərə çevrilə bilir və o biri şeylərə daha ciddi mərhələlərə ilərləməsinin qarşısını almaq üçün onlar da öz əllərindən gələni eləməlidir. Deməli ki, valideynlərin hardasa düşündükləri doğrudur. Bir çox valideyn fikirləşir ki, diatez uşaq dövrlərində olsa da yeniyetməlik dövrlərində üzə çıxa bilər, yenidən başqa bir formada özünü göstərə bilər. Başqa bir formada, bəli. Və göstərir də. Yox, göstərir də deyə bir şey yoxdur. Yəni əslində atopik diatez, yəni atopik dermatit yaşla bağlı yüngülləşməlidir. Yəni onun özünün yeni doğan uşaqlıq və yetişkin dönəmindəki kimi olaraq üç başqa deməli tipdə özünü göstərə bilir. Yəni o uşaqlıq vaxtında atopik diatez daha şiddətli olur. Yaşı artdıqca uşağın xəstəliyin şiddəti azalır. Amma o yenə köhnə alışqanlıqlarına davam edərsə, yenə xüsusən də ailədə əgər bir meyllilik, bir yatqınlıq varsa, yenə də deyirəm, digər tiplərə çevrilə bilir. Elə isə doktor, belə deyək, övladlarımızı necə qoruyaq ki, bu yetkinlik dövründə üzə çıxmasın, bu diatezin başqa bir forması ilə özünü göstərməsin? Birinci, yenə dediyimiz kimi, uşaqları çox tez-tez yumamaq, çox tez-tez təmiz tutmamaq lazımdır. İmkan vermək lazımdır ki, bədən o lor dildə desək, mikroblarla qarşılaşsın və ona hazır olsun. Biz onları nə qədər çox şey eləyərsiniz, əlimizin içində, belə deyək də, təmiz, misal bir yerə düşdü, o da ki, əllərini götürdü, yudu, yerli yersiz biz bunları o aşırı normadan artıq gigiyenik şeylərdə saxlayarsaq, daha da ilərləyən yaşlarda daha da Doktor, doğru mu fikirləşirəm? Biz deməli bu gigiyena eləməyimizlə övladlarımızla hardasa immunitet formalaşmasının qarşısını alırıq. Bəli.
Elə bir steril şəraitdə saxlayırıq. Bədən də heç nəyə özünü hazırlamır da. Bədən zəif olur. Birisi nə tərəfdir də bu? Heç vaxt müharibəyə girməyən ordunu istəyirsən, nə qədər istəyirsən, də hazırlaşdırır. Müharibə görməyib də, onun təcrübəsi yoxdur. Doğrudur. Bir də belə bir durum var. Bizim yenə də bu Amerikanların bir çalışmasıdır. Deməli, bizim hər kvadrat santim dərimizdə 1 milyona yaxın mikrob, fərqli bakteri, mikroblar var. Və təqribən 1 kvadrat santimdə, bəli, 1 milyon təxminən o qədər mikrob var və də 500 dənə fərqli növ var. Yəni, biz, bunlar əslində bizə zərər vurmurlar. Onlar bizim təbii, belə deyək, dərimizin üstünün təbii ortamını təşkil edirlər və də onlar əslində bizi müəyyən qədər də hətta şeydən qoruyurlar, yəni digər xəstəliklərin təsirindən qoruyurlar. Amma bunlara qarşı qoruyucu mexanizmlər var, ona görə. Biz tez-tez yuduqda dərimiz əslində, biz həm onların miqdarını azaldırıq, həm şey olaraq, deməli, mikrofloranı dəyişirik, həm də əslində çox yumaq biz nəyə bənzəyir? Dəri bir elə bil ki, divardır. Divardır, daşlar arasında da onları orada saxlayan sementlər var. Orada çox, bəli. Burada düşünün ki, bu daşlardır və daşların da arasında sementlər var. Bir fikirləşin ki, çox su dəyində ya da çox yağış yağanda, oradakı o sementlər arada qopur və arada, belə deyək, məsamələr böyüyür və oradan başqa mikrobların, bakterilərin girməsi asanlaşır. Ona görə məhz diatezli dermatitli uşaqlarda bakterial tipli də dəri xəstəliklərinə meyillilik artır. Çünki oranın bariyeri pozulur. Epidermal bariyer deyirik. O pozulduğuna görə oradan daxilə digər bakterilər də normalda o içəridə olmalı deyil, bayırda olmalı. Onların girməsi asanlaşır. Yəni bizim belə bir şeyimiz. Bir izləyicimiz bir sual verir. Bu deyirlər ki, yağlı dəri, quru dəri. Yəni belə bir termin varmı? Sadəcə olaraq insanlar belə düşünür. Yox, əslində dəri tipindən danışır izləyicimiz. Əslində dəri tiplərini böləcək olsaq, yağlı dəri var, quru dəri var və normal dəri var. Bir də xüsusi bir həssas dəri deyilir, sensitiv dəri tipi deyilən bir şey var ki, o hər şeyə qarşı, yəni çox normadan artıq, belə deyək, reaksiya verən dəri nəzərdə tutulur. Əslində o elə bir sinifləmə var əslində, yağlı, quru, normal bir dəri sınıflaması var. Yəni normadan kənara o bir yağlısıdır, qurusudur, bunlar artıq problem sayılır da. Təbii ki, ən yaxşısı normal olan dəri. Bu o anadan gəlmə insanda olan dəri tipidir, yoxsa məsələn yaşdan sonra yağlıya çevrilə bilər, quruya çevrilə bilər? Tamam. Ümumiyyətlə bu tipdə genetik faktorların da rolu var və də dediyiniz kimi anadan olanda artıq dərinin müəyyən qədər əslində yağ vəzləri inkişaf eləmirlər. O yeniyetməlik dövründən sonra daha da otururlar. Amma bir genetik olaraq buna da bir meyillilik var. Yəni yağlı, quru və yaxud da ki, normal olmaya bir meyillilik var. Bir izləyicimizin bir sualı var, deyir ki, doktor, dərinin rəngindən asılı olaraq, məsələn, biz deyə bilərik ki, o dəri daha dəymə düşərdi və yaxud da ki, daha belə üzü bəkdir? Yox, onu rənginə görə demək olmaz. Sadəcə belə bir yanaşma var. Məsəl üçün, açıq dəri hər ümumiyyətlə rəngə görə götürəcək olarsak, hər dərinin rənginin öz üstünlüyü və müsbət və mənfi tərəfləri var. Məsəl üçün, açıq dəri tipli insanlarda ləkə buraxmaya daha az meyillidirlər. Yəni, kosmetik olaraq nisbətən daha biz həkim dermatologlar olaraq sevinirik. Və də ləkə həm çətin əmələ gəlir o açıq dərilərdə, günəş ləkələrindən xaric. Onlardan xaric. Günəş yanıqlarına məsəl üçün daha meyilli olarlar bu açıq dəriyə sahib olan insanlar. Amma belə normal məsəl üçün bir yara oldu, yaradan sonra iz qalma, yəni kosmetik xoş olmayan iz qalma kimi bir dezavantajları yoxdur. Açıq dərinin. Tünd dərinin biraz bu mövzuda biraz şanssızdılar. Tünd dəridə məsəl üçün yaralardan sonra ləkə qalmaya meyillilik var. Amma hər ikisinin müsbət və ya mənfi tərəfləri var. Məsəl üçün açıq... Olarmı o reklamdan sonra qaydağı davam edək? Bizə də reklamımız var. Reklamdan sonra qayıdırıq, bu dəri ilə bağlı nə ürəyiniz istəsə buyurub həkimdən öyrənə bilərsiniz. Məmnuniyyətlə cavablandırar və biz də davam edəcəyik. Bir çox suallar da var, onları da öyrənməyə çalışacağıq. Dəri problemi yaşayanlar, saç tökülmə problemi yaşayanlar, kəpək problemi yaşayanlar, eyni zamanda bütün bunlarla yanaşı endokrin problemlər yaşayanlar, yəni maddələr mübadiləsi problemləri yaşayanlar, diqqətli olun. Hormonal problemləri yaşayanlar, diqqətli olun. Bütün suallarınızı cavablandırmağa çalışacağıq. Qısa reklamımız var. Reklamdan qayıdaq, sonra davam edirik.
Və qayıtdıq studiyaya. Bizim baş sponsorumuz Respublika Diaqnostika Mərkəzidir və Respublika Diaqnostika Mərkəzi barədə sizə onu deyə bilərəm ki, burada ən müasir avadanlıqlar və ən müasir avadanlıqlardan yaralanmağı bacaran mütəxəssislər var. Poliklinikası, laboratoriyası, qadın mərkəzi, radiologiyası, ürək mərkəzi, oftalmologiyası və eyni zamanda səyyar tibbi xidməti var. Peşə sağlamlığı mərkəzi var və 913 belə bir xəttləri var. Hər an, hər bir tibbi problemdə sizin yanınızda olmağa hazırdırlar və sizin yanınızdadırlar Respublika Tibbi Diaqnostika Mərkəzinə. Bizim baş sponsorumuza salamlar və təşəkkürlər bütün əməkdaşlarına. Və biz davam edirik, dəri problemlərini danışırıq. Dermatoloji problemlərdən danışırıq. Eyni zamanda endokrinoloq doktorumuz indi bura təşrif buyuracaq və endokrinoloji problemləri də araşdıracaq. Xüsusilə qalxana bənzər vəzi orqanımızın, orada yaranan problemlərin cərrahi əməliyyatından danışacaq eyni zamanda. Çünki insanlarda cərrahi əməliyyat çox önəmlidir. Həm vizual olaraq görünüş, həm əməliyyatın aparılması, eyni zamanda əməliyyatdan sonraki proseslər. Bax, bütün bunları endokrinoloqumuz sizə açıqlayacaq. Yeni üsullardan, yeni metodlardan danışacaq bu sahədə olan. Və eyni zamanda hamilə xanımlar diqqətli olsunlar, mütəxəssislərimizin dilindən məsləhətləri eşitmə imkanınız olacaq. Xüsusən də yüksək təzyiqi olan xanımlar hamiləlikdə nə etməlidirlər? Bax, bütün bunlar barəsində doktorlarımız sizə məlumat verəcəklər. Hal-hazırda studiyada bizim qonağımız Şikyar Hüseynovdur. Dermatoloq, amma indi digər həkimimizi dəvət edirik və bərabər belə deyim, müzakirəli formada davam edəcəyik. Nə suallarınız varsa eşitməyə hazırıq. Samir bəy də buyursun studiyaya. Samir Şükürov və biz oyunun bir çox məsələdən ayrılmışıq. Endokrinoloq doktorumuz. Buyurun doktor. Salam aleyküm. Xoş gəldiniz. Buyurun. Necədir işlər? Siz necəsiz? Təşəkkürlər, biz də Sizin yaxşıyıq. sorğularınız necədir? Çox yaxşı. Hər həftəsinin öz gözəlliyi var. Qələbə çaldım. Axır ki, bir nəfər soyuğu sevdi. Axır ki. Hər fəslin öz gözəlliyi var. Biz Bəli, havanın şəraitindən və zamanından asılı olmayaraq hər zaman insanların sağlığının keçindəyik. Bütün Xüsusən doktorlarımız palçıqlı həmişə gəlir. havalarda, İstəyirsə seçilər. Mən də xüsusən qalıram belə ki, soyuğu sevən olmayacaq. Xüsusən palçıqlı havalarda, xüsusən adamın sümüyünə qədər işlən soyuqlar, çox ləzzəti var. Bu nəyin tərifləyirsiniz? Soyuqdur da. Maşallah küçələrimiz tərtəmiz. Bəziləri amma elə deyil. Doktor, mikrofon zəhmət olmasa, Əhməd. Bəziləri elə deyil. Deməli, bu qalxan bənzər vəzi və orada yaranan problemlər barədə danışacağıq. Sizlə indi suallarımız da bir-bir gələcək, biz onları cavablandıracağıq. Bayaq bizim bir məsələmiz var idi, o ilə bağlı sualı yekunlaşdıraq və davam edək. Deməli, rəngindən asılı olaraq dərdə problemlərdən danışırdıq. Qeyd edərsiniz ki, bir çox tip var və hər rəngin özünə məxsus xüsusiyyətləri, minusu, plusu var da, yəni mənfisi, müsbəti var. Davam edək. Deməli, ağ rəngdə ləkə problemini yaşamamaq. Ləkə deyəndə ki, bu günəşlə bağlı olmayan ləkələrdir. Belə deyək, bəli. Yəni amma açıq dərinin belə bir dezavantajı var ki, onlar daha yanmaya, günəş yanıqlarına daha meyillidirlər və xronik əgər günəş yanıqları olarsa, gələcək illərdə, irəliləyən yaşlarda, yəni dəri xərçənglərinə meyilli olurlar. Bu bunlar açıq dəri. Daha açıq olanlar. Tünd dərilərdə isə bu, yəni daha ona adaptə olduqlarına görə, belə deyək də, melanin və melanotitlər orada daha çox yayıldıqlarına görə, bunlar bir növ günəşlə aralara yaxşıdır, belə deyək, və də ona alışıb olurlar və uzun müddətli xronik günəşin zədələrinə çox da biz burada onkoloji nöqteyi nəzərdən deyirik, yəni dəri xərçənglərinə çox rast gəlinmir. Doktor, endokrinoloji problemlərin dəri xəstəliklərinə aidiyyəti varmı? Çox birə-bir. Demək ki, işiniz bir-birinizdən keçir. Deməli, qarada nisbətən tünd rəngdə dərisi olanların öz dərdləri var, açıq dərisi olanların öz dərdləri var. İdeal forma Azərbaycan variantı qarabuğdaylıqdır. Yəni bizim əslində dəri tipi... Nə ondandır, nə bundan da. Bizim dəri tipi 3-4 daha çox sayılır. 3-4 yəni əslində bir dəri tiplənməsində biz orta, yəni iqlim görə daha çox rast gəlinən 3-4-dür. Bu dəri tipinin daha, yəni belə deyək. Bayaq bir sual var idi. Soruşurlar ki, çilin dəriyə zərəri varmı? Ümumiyyətlə, çil niyə yaranır özdə çillər? Xüsusən də Aralı dəniz ətrafında yaşayan ölkələrdə bu çox yayılır. O çillənmə məhz elə uzun müddətli xroniki qorunmasız günəş təmasından qaynaqlanır. Bir də genetik olaraq ola bilir. Amma əsasən o çillənmələr, misal üçün, deməli, burun ətrafı yanaq, malyar bölgələrdə ola bilir, ya da kürəkdə ola bilir. Bəzən total bütün vücudda görülə bilir. Yəni, qorunmasız olaraq günəşlənmənin
nəticəsində ortaya çıxırlar. Deyək ki, bir insan deyək, Aral dənizi iqlim tipində yaşayır, bu meydana gəlir. Köçüb getsə deyək ki, Sibirə bu onda keçəcəkmi? Yox, belə deyək. Məsəl üçün. Belə deyək, əslində o çillənmə Aralıq dənizindən daha çox İskandinav ölkələrinin də daha rast gəlinir. Onlar ki, gəlirlər və alışmayıb dəriləri birdən-birə tutaq o tətil müddətlərində bir həftədə 10 gündə normadan artıq miqdarda, yəni alışmadıqları qədər günəşlənirlər və qorunmasız günəşlənirlər. Yəni normalda əslində biz onları günəş qoruyucu kremsiz bayıra çıxmayan kimi təsəvvür edəmirik. Amma yəni tətillər bölgələrdə də olursunuz, görürsünüz ki, məsəl üçün 11 ilə 4 arası bunlar yəni bir çoxları heç günəş kremi çəkmədən yatırlar günəşlərdə və qıpqırmızı olurlar, yəni belə kobud diləcə pomidor kimi qızarırlar. Doktor, bir xanım qarşıdan yay gəlir, belə pomidor kimi qızaran insanlara çox gələcək. Doktor, bir xanım tamaşaçımız soruşur ki, bu nahiyəsində uzun müddətdir ki, göz muncuğuna bənzər bir ləkə yaranır və deyir, çox qaşınır. Deyir, qaşımasam dözə bilmirəm bunu və davamlı olaraq yaranır bu ləkə. Deyir, nə ola bilər? Təbii göz muncuğudur da. Göz dəyməsindir. O itirmi, yoxsa elə qaldırma həmişə? İtmir, daimi olaraq yaranır. Onda nə qədər müddətdir? Və deyir, menopauza dövründən sonra yaranıb bu. Yəni hormona bağlı olaraq bir problem var. Rəngləri nə rəngdədir? Rəngi necədir? Zəhmət olmasa soruşaq. Göy rəngdə belə halqa ortasında bir dənə qara var ortada. Göz muncuğu elə olmur. Və bunu dəqiq deməsəz biz cavablandıra bilməyəcəyik. Dəqiqləşdirərik bunu, doktor. Dəqiqləşdirərik, sonra cavablandırarıq. Hər ikinizə bir sual verim. Bu saç tökülməsi problemləri, nə bilim, dəri ilə bağlı əslində olan bir problemlərdir, amma müxtəlif səbəbləri var. Məsələn, bizim Azərbaycan insana saç tökülməsini Veneranın şəklini kim qurtarır? Veneradır, eləmi? Hə. Saç tökülməsi əslində dərinin problemidir, maddələrin mübadiləsinin problemidir, hormonal pozğunluğun səbəbidir, nədir saç tökülməsi əslində? Yoxsa Azərbaycan insanın yanaşdığı kimi şampun problemidir? Yox, saç tökülməsi əslində bəli, dəri problemidir. Çünki saç və tük dərinin bir əlavəsidir, yəni ona görə. Amma burada bir çevirək zəhmət olmasa. Çevirək slaydımızı uşaqlar zəhmət olmasa. Bir də çevirək. Bir dənə çevirin. Saç yuvası. Bir daha çevirək. Bir də çevirək. Anagen, katagen, telogen. Yox, bu bir dənə çevirin. Bu deyil. Çevirəcəyik. Hə, yox deyil. Ola neysə. Dəyişəni biz deyərik sizə. Yox, o deyil də. Deməli, ocaqlı saç tökülməsi. O ocaqlı. Əslində saç tökülməsinin bir çox səbəbləri var. İndi doktorla bərabər biz o endokrin məsələlərə doktor geniş izahat verəcək. Yəni burada stres faktorunun rolu var, ondan sonra genetik irsiyyətin rolu var, bakterial ya da göbələk mənşəli problemlərin rolu var, endokrin problemlərin rolu var. Ondan sonra dərmanların, qəbul olunan bəzi dərmanların rolu var, alimentar, yəni bəslənmə ilə bağlı ya da maddələrin mübadiləsi ilə bağlı problemlər nəticəsində yaranır, ətraf mühit, çevrə faktorları və s. Yəni çoxdur. Və ən çox bilinən, bizdə Azərbaycanda ən çox danışılan şampunun da rolu varmı? Şampunların elə çox saç tökməsinə şey yoxdur yəni. Rolu yoxdur o qədər. Kimyəvi maddələrdir, boyayıcılardır. Məsəl üçün indi saça müxtəlif qaynaqlar olunur, keratin ya da Braziliya fönü falan deyirlər. Bunlar bəli çox ziyanlıdır. Sonra saçı boyamalar falan kimyəvi maddələrin saç qidalanmasını pozurlar və saçın qılafları var, qatları var. Onları zədələdiyinə görə saç tökülməsinə şey var yəni. Bizim sonra xüsusilə də saç boyamaya qarşıdır. Yəni etiraz edir hər dəfə. Hə, ayda bir neçə dəfə qoyur ona görə. Doktor, üzr istəyirəm. Sizə az öncə ünvanlanan sualla bağlı xanımımız deyir ki, tünd rəngdədir həmin ləkə. Tünd qəhvəyi rəngdədir. Tünd qəhvəyi rəngdədir, qaşınır. Bəli, qaşınır. Qabıq varmı? Və deyir, o qədər qaşıyır ki... Qabıq varmı, qabıq? Hə, qanadana qədər deyir, qaşıyıram. O dərəcədə qaşıntı verir. Qan çıxarır. Və bud nahiyəsində. Bəli, bud nahiyəsində. Yəni, belə deyək, əslində qaşıntılı, o bölgədə qaşıntılı olan bir ləkə daha çox neurodermatitə uyğun gələr. Neurodermit, yəni belə deyək, psixogen mənşəli qaşıntı uyğun gələr və də periodik olaraq, yəni daha çox stresə girdiyi dönəmlərdə şiddətlənər, sonra isə rahatlayar. Daha çox bu qaşıntı axşamlar artar. Amma başqa orada bu amma hədəfə bənzəməz. Hədəf şəklində daha çox biz nə görərik? Hemosidorik hemangiom dediyimiz bir şey var, targetoid. Elə hədəfə bənzəyən, o amma vaskulər, yəni damar mənşəli bir şeydir. Amma o qaşıntı verməz. Bir başqa şey, o bölgədə yenə, xüsusən xanımlarda dermatofibrom görülə bilər ki, bu
belə deyək, travmadan sonra ola bilər ya da yara olur, yaradan sonra yaxşı sağalmır, yarana bilir. O da hər dəqiqə qaşıntı verməz, amma o itməz, olduğu kimi qalar. Yəni belə biraz bir şey söyləmək doğrudan çətindir. Yəni görmədən İmkan dermatolog. Yox, imkanı yoxdur, soruşmuşuq. Hə, yəni belə çünki Göndərə bilmir. İstəmədim. Dəri problemləri hansı hallarda maddələr mübadiləsində və yaxud da ki, hormonal dəyişikliklərə nəsə sizin tərəfə bağlı olur, sizin sahəyə bağlı olur? Təbii, yəni insanlarımız bəzən saç tökülməsi deyib üzərindən keçirlər. Amma saç tökülməsinin olması altda yatan bir xəstəliyin əlaməti ola bilər. Ona görə biraz diqqətli olmaları gərəkir. Hər hansı bir ciddi bir xəstəliyin göstəricisi də ola bilər və yaxud da yüngül bir xəstəliyin göstəricisi də ola bilər. Ümumiyyətlə, endokrin olaraq saç tökülməsinə səbəb olan bəzi endokrin hormonal problemlər var. Onların başında gələn qalxana bənzər vəzin xəstəliyi dediyimiz el arasında zob deyilən insanların orada nə olur olsun bizdə zob da onadır. Nə problem olur olsun. Çünki burada bir çox xəstəlik var. Təbii bunun diaqnostikası, müalicəsi tamamilə bir-birindən fərqlidir. Amma insanlar genel anlamda, ümumi anlamda bunu zob olaraq adlandırırlar. Eləcə də bu zobun bir çox simptomu, əlamətləri var. Saç tökülməsi də bu əlamətlərdən biri kimi ortaya çıxa bilir. Özəlliklə də qalxana bənzər vəzin funksiyasının azalması ilə gedən xəstəliklər. El arasında zob deyilir, amma bunun məsələn Hashimoto otoimmun tiroid dediyimiz bir xəstəlik var ki, nədir? Otoimmun tiroid, Hashimoto xəstəliyi. Yapon alimin adı ilə bu xəstəlik olaraq adlandırılır. Ümumiyyətlə qalxanvari vəz bilirik. Boynumuzun ön hissəsində yerləşən kəpənək formasında olan bir orqandır. Bunu yaxından çəkin, budur da. Bəli, o orqandır. Bəli. Kiçik bir orqandır, amma kiçik olmasına baxmayaraq bu orqanı biz orqanizmamızın dirijoru adlandırırıq. Yəni bütün bədənimizdə dirijor funksiyasını icra edir. Bütün bədənimizin, bütün orqanlarımızın enerji mübadiləsi bu hormondan asılıdır. Və bu vəzin sintez elədiyi əsas hormon vardır ki, bu hormonun sintezinin azalması hipotiroid dediyimiz vəzin funksiyasının az olması ilə əlaqədar bir çox, bəli, bu orqandır. Ölçüsü çox kiçikdir əslində, böyük deyil. 20-25 qram ölçüsündə kəpənək formasında 2 paydan bir boyun hissəsindən ibarət olan bir orqandır. Və bu orqanın funksiyasının pozulması, azalması demək, orqanizmamızda bir çox əlamətlərə yol açır. Saç tökülməsi də bu əlamətlərdən birisi sayılır. Başqa nə əlamətlər görə bilərik, doktor? Başqa nə əlamətlər görə bilərik? Xəstənin dərisi quru olar, dəri quruluğu, saç tökülməsi, qəbizlik şikayəti, xəstənin ürək döyüntülərinin azalması, bradikard dediyimiz bir durum, xəstədə çox üşümə halı, həddindən artıq üşüyər. Xəstənin iştahı az olar, amma iştahasının az olmasına baxmayaraq davamlı kilo alar, çəkisinin artması gedər. Çünki enerji mübadiləsi etdiyinə görə metabolizması azalar sürəti və xəstə az yeməsinə baxmayaraq davamlı çəki artımı getməyə başlayar. Bəli, insana o demək altda yatan bir hormonal problem var deməkdir, bu araşdırılmalıdır. Xəstənin dırnaqlarında çatlamalar, qırılmalar meydana gələr, çox halsız olar, yorğun olar, vəzin funksiyasının azalması, vəzin ölçünün böyüməsinə səbəb olar və xəstədə boğulma, səs dəyişikliyi, udqunmada problem, davamlı boğazında bir yad cismin olduğunu hiss edər və boynunda bir böyümə meydana gətirir. Və saç tökülməsi də bunların içərisində olan əsas əlamətlərdən biri kimi ortaya çıxa bilir. Amma mən nəyə diqqət elədim? Məsələn, istənilən insanda bu problem olsa, heç vaxt onun fikirləşməz ki, bu burayla bağlıdır. Əksinə, bəzən də dermatoloqlara müraciət edirik, məsələn, bu problemlərimizlə bağlı və dermatoloqlar yəqin ki, yönləndirir sizi, eləmi? Bəli, yəni əsas saç tökülməsi olan zaman üzdə görülən bir problem olduğu üçün dermatoloqlara müraciət edirlər və dermatoloqlarda işini, ixtisasını mükəmməl bilən bir həkimsə, təbii bu saç tökülməsinə səbəb olacaq altda yatan xəstəlikləri araşdırar və endokrin bir problem ortada varsa, endokrinoloqla bərabər məsləhətləşib bu xəstəliyin müalicəsini bərabər başlayarlar. Dermatoloq öz tərəfindən olan müalicəsini verər, endokrinoloqda altda yatan endokrin səbəb varsa, onu araşdırır və bu problemi ortadan qaldırmağa çalışır.
Ümumiyyətlə hipotiroidi zamanı nəyə görə insanın saçı tökülər? Niyə? Bunun səbəbi ondan ibarətdir ki, biz bayaq öncə qeyd etdik, metabolizmamız bu hormonlardan asılıdır. Hormonun miqdarı azaldığına görə metabolizmamızın sürətimiz aşağı düşər və bildiyimiz kimi saçımız da qidalanır. Onlar da qan təchizatı var, onun da qidalanması, böyüməsi, inkişafı belə deyək, bu metabolizmanın azalmasından təsirlənər. Və saç dibində qanlamanın azalması, metabolizmanın azalması, Qidalanmanın azalması. Bəli, metabolizmasının sürəti aşağı düşdüyünə görə yavaş-yavaş saç seyrəkləşməyə, tökülməyə başlar. Buradakı digər bir səbəb də hormon miqdarı azaldığına görə dərinin qurumasıdır. Dəri kövrəkləşər, belə deyək. O da dolayısıyla saçın qidalanmasını pozar, metabolizmasını pozar və ocaqlı bir saç dökülməsindən başlar. Saçda seyrəkləşmə meydana gəlir və müalicə almazsa bu bir neçə ay, bir neçə il şəklində... Və bundan gedir də söhbət, hə? Bu autoimmundur. Bu autoimmun prosesdir. Ocaqlıdır artıq. Ocaqlı bir dəyişiklikdir. Bu. Bəli. Üzdə də olur, saçda da olur. Bəli, qaşlarımızda, qaşlarımızın yan qismlərində seyrəkləşmə ilə başlar, qaş qismlərdə. Bu total bir alopesidir. Bu ideal Universal. tökülmədir. Canın qutarır da, saçdan da, hamısından da. Universal. Tökülməyə fikirləşirsən də, kepələşməyə fikirləşirsən, kepələməyə fikirləşirsən. Bəli. Eləcə də qalxanvari vəzninimizin funksiyasının azalması, hormon sinezinin azalması, bayaq dediyimiz kimi hipotiroidinlə yanaşı vəzin funksiyasının artması da Tam tərsi. Tam tərsi, bəli. Buradakı artıq şikayətlərin tam tərsinə səbəb olar. Bu da saç dökülməsi verə bilər. Yanaşı nə kimi şikayətlər olacaq? Xəstənin bu vaxt artıq hipertiroidi biz deyirik. Hormon miqdarının artması, məsələn, il arasında buna zəhərli zob deyə də adlandırırlar. Burada altda yatan bəzi xəstəliklər var. Gravis dediyimiz bir xəstəlik var. Toksik adenom ola bilər və ya da toksik multinodülər quatro ola bilər. Yəni hormon həm pozulub, həm də xəstənin qalxanvari vəzində düyünlər var. Bu kimi xəstəliklər də saç dökülməsindən səbəb ola bilər. Başqa əlamətlər nə ola bilər? Bu zaman xəstə iştahası açıq olar, amma çox yeməsinə baxmayaraq xəstə ciddi şəkildə kilo verər, çəkisi azalar. Bir dəri, bir sümük olar müalicə almasına, kakeksik vəziyyətə düşər. Görən zaman bu adam çox kilolu bir insan idi. Bir ilin içərisində adam 6-7 ay, bir ilin içərisində ciddi şəkildə kilo verər. Bəli, çünki metabolizm o qədər sürətli olar ki, bu hormonun miqdarı artdığı üçün, mübadilimiz çox sürətləndiyi üçün, ürək döyünmə, çarpıntı müşahidə olunan xəstənin ürəyi tez-tez döyünməyə başlar, çox stresli, həyəcanlı olar, xəstənin yuxusu pozular, həmçinin saç dökülməsi baş verər və saç dökülməsi bu zaman necə başlar? Qırılmalarla başlar. Birinci problemdə hipotiroiddə saç direkt tökülürsə, amma hipertiroiddə saçın qırılması ilə özünü göstərər və qırıla-qırıla gedər və sonuçda kökündən tökülməyə başlar. Doktor, üzrsən, Bakıdan Günay adlı bir tamaşaçımız hardasa bizim söhbətimizə uyğun bir sual ünvanlayır. Bizə deyir ki, qalxana bənzər vəzi yoxladı və heç bir problem yoxdur, sadəcə saçı çox tökülür. Bu nəyə bağlı ola bilər deyir. Dəhşətli dərəcədə tökülmə var saçında və 30 yaşı var xanımımızın. 30 yaşı var. Olar? Təbii, buyurun. Hamiləlik keçirib-keçirməyib? Soruşacağıq bunu. Başqa nə suallarınız var? Doktor, ünvanlayaq, onlara cavab alın. Hamiləlik keçirib-keçirməyib, qan azlığı var, yoxdur. Son zamanlar zəifləmə, diyet, pəhriz olub-olmayıbdır. Ondan sonra stres yaşayıb-yaşamayıb, bir cərrahi keçirib-keçirməyib. Yəqin ki, Günay xanım eşidirsiniz, bunları cavablandıraq zəhmət olmasa. Ya da bir xronik yanaşı, bir uzun müddətli bir xəstəlik keçiribmi? Deməli, bu səbəblərə bağlı ola bilər, öyrənməliyik onları. Onlardan danışacağıq. Endokrindən sonra onlardan danışacağıq. Mən bir də qeyd edeyim bizim telefonu. Kim zəng vurmaq istəsə aktiv olsun və suallarını versin bizə. 024 244 11 99 bizim telefon və Facebook səhifəmiz var. Buradan da yaza bilərsiniz. Bir şəkil yollaya bilərsiniz. Hər hansı bir dəri problemləriniz varsa, yəni vizual olaraq nə isə hansı əlaməti ilə bildirən problemlər varsa bizə çəkib göndərə bilərsiniz. İndi Günay xanım deyir, cavablandırır. 2 hamiləlik keçirib və bunlar cərrahi əməliyyatla olub və son dövrlər hədsiz stres keçirdiyini deyir. Tamam. Sonuncu hamiləliyi nə zaman keçirib? Çəki problemi var, diyeta saxlayır. Hamısını eləyir. Hamısını eləyir. İkinci saç tökülməsi hamiləlikdən sonraki son 3 ay, hamiləlikdən sonra süd verdiyi dönəmdə artış olubmu, yoxsa yox? Bunu da öyrənəcəyik. Bir də dırnaqlarında soyulma var, yoxsa yox? Dırnaqlarında vəziyyət. Bunu da soruşmuşaq. Və də tökülmə difuz şəkildədirmi? Yəni saçlı dərinin hər yerindədirmi, yoxsa bəlli bir bölgələrdə? Ocaqlı, hə? Yəni mərkəzi yerdədirmi, yoxsa hər yerindədirmi? Aydın. Biz davam edəcəyik, sualları öyrənib, indi cavabını bilib deyəcəyik.
Qısa reklamımız var, Alik deyir, saniyə sayır orada. Reklama çıxarıq, reklamdan sonra qayıdırıq, həkimlərimiz də buradadır, biz də buradayıq, davam eləyəcəyik. Dəri ilə bağlı, maddələr mübadiləsinin pozulması ilə bağlı və qalxana bənzər vəzin problemləri ilə bağlı. Reklamlar. Tamaşaçılarımıza bir daha demək istəyirəm, həm dermatoloji mövzuda, yəni problemləriniz varsa buyura bilərsiniz, eyni zamanda endokrinoloq doktorumuza suallarınızı ünvanlamaq imkanınız var və hər iki doktorumuza söyləmək istəyirəm, dermatoveneroloqumuz Şəkər Hüseynov bizim qonağımızdır və endokrinoloq Samir Şükürov bizimlə bərabərdir və qalxana bənzər vəzin yeni müalicə üsulları ilə aradan qaldırılması, probleminin həll olması, bax bu barədə də sizə məlumat verəcəyik. Diqqətli olun, proqramı sonuna qədər izləyin ki, bütün bunlardan xəbəriniz olsun və tamaşaçımız bizə sual ünvanlamışdı. Həmin sualı belə deyək, ardını biz gözləyirdik. Xanım deyir ki, diyetalar saxlayır, yalnız kəsmik, yer çörəkdən tamamilə imtina edib, dırnaqlarında siz dediyiniz kimi yenə qırılmalar var. Belə deyək, yəqin ki, qayan eləyərsiniz cavab. Anlaşıldı. Deməli, bu telogen effluvium dediyimiz bir xəstəlik və saç tökülmə şəkli var. Bəli. Bu, daha sadə dildə desək, diffuz şəkildə saç tökülməsinin bir formasıdır. Bu daha çox və hal-hazırda günümüzdə çox yayılan bir saç tökülmə şəklidir. Ki, bu cür xəstələr çox müraciət edirlər və xronik xəstəlik anemiyasında və yaxud da ki, diyet tutan insanlarda və yaxud çəki falan vermək üçün. Bəli. Ondan və sonra 160 boyu 51 kiloqram çəkisi var. Bəslənmə problemləri yaşayanlarda daha çox, məsələn, dəmirdən az Dəmir az qəbul eləyəndə, eləmi? Dəmir təşkil edən qidaları az qəbul edən insanlarda, yeməyənlərdə görülür. Ondan sonra stresli yenə insanlarda görülür. Keçirilən xroniki infeksiyon xəstəliklərdən sonra görülə bilir ya da cərrahi əməliyyatlardan sonra görülə bilir. Bu doğuşdan sonra, yəni hamiləlikdən sonra 3-cü aydan etibarən süd verilən dönəmdə yəni diffuz şəkildə saç tökülməsi görülə bilir və də doktorumuz danışdı, endokrin bəzi səbəblərdən dolayı da görülə bilir. Deməli, burada saç tökülməsi diffuz şəkildə tökülər. Yəni bəlli bir bölgədən tökülməz. Hər yerdən tökülər və saçlar yeni çıxanlar da uzanmasında problem yaranar. Xəstəlikli saçlar deyərik, stresli saçlar görünür. Yanaşı olaraq xəstələrdə dırnaqlarda ya qırılmalar, ya soyulmalar, bu tip şeylər ola bilər. Burada biz əslində sadaladığımız şeylərdə, yəni daxildə bir, belə deyək, hansısa bir elementin çatışmamazlığı varsa, ki bu ola bilər ferritin olsun, ola bilər fol turşusu olsun, ya elə dəmir azlığı olsun, ya biotin əksikliyi, sink əksikliyi olsun, ya hemoqlobin anemiya olsun. Bunları ya da bir qalxana bənzər vəz problemi olsun. Bunlara yönəlik bir araşdırma aparırıq. Və də əgər nə azdırsa onu yerinə qoymağa çalışırıq. Daha çox günümüzdə ən çox səbəblərdən biri ki, dediyimiz şeylər çıxdıqdan sonra dəmir əksikliyidir. Xüsusən ferritin depo dəmiridir. Yəni, bildiyimiz kimi dəmir orqanizmdə iki şəkildə olar. Bir plazmada, yəni qanda, bir də depolarda olar. Bəli. O depo dəmiri azaldığı zaman, yəni o ferritin azaldığı zaman bu problemlərlə çox qarşılaşmaq. Üzrəm, bu problemlər adətən bədəndə olan o mübadilə prosesinin problemli olması səbəbindən baş verir, yoxsa insanın ümumiyyətlə bu ilə zəngin qidalardan qidalanmaması səbəbindən baş verir? Yəni, zəngin qidalarla qidalanmaması, yəni dəmirdən gəlmir, az... kənardan gəlmir. Ya belə deyək, ya kənardan gəlmir, ya da xanımlar onsuz da hər ay fizioloji olaraq itirirlər qanı. Amma bu bərpa olunmadığı zaman üstə gəl qidalarla, üstə gəldəki o diyet, bir də özləri də bilərəkdən pəhrizlədirlər. Bu daha artıq o itkini daha da artırır, şiddətləndirir və olan saç tökülməsi daha da artar. Ümumiyyətlə, hamiləliyin sonuna yaxın saçlarda, xanımlarda daha gürlaşma görülür. Hamiləliyin son 3 aylığında, trimestrində saçlarda bir gürlaşma görülür. Amma doğuşdan sonraki dönəmdə, 3-cü aydan etibarən anidən itirilmə başlayır. Çünki ananın, yəni uşaqdakı qan anadan plasenta ilə getirdiyinə görə birdən-birə deməli anada dəmir əksikliyi yaranır. Verir uşağa da? Bəli. Və də dəmir əksikliyi birdən-birə yaranır, amma bu özünü, şiddətini, yəni saç tökülməni doğuşdan həmən sonra görmür. 3-cü ayda, 2-ci aydan etibarən
şiddətli birdən-birə tökülən Saç saçlarla xəstələrə müraciət edirlər. Dəhşət burasındadır ki, biz tez-tez mütəxəssislərimizlə danışırıq, tamaşaçılarımızla ilgili. Yəni bu işin içərisində olduğumuza görə görürük ki, insanlar qan azlığına çox sadə yanaşırlar və əhəmiyyət vermirlər. Qan azlığıdır da, hamıda var. Amma sonra görürük ki, bu qan azlığından qaynaqlanan nə qədər problem var. Həqiqətən. Və tez-tez belə deyək, hepatoloq qonaqlarımız da olanda onlar da qeyd edirlər ki, qanla bağlı söhbətlərimizdə də tez-tez deyilir ki, qanla müalicəni əslində insanlar bəsit bilirlər. Elə bilər ki, yüngülvari bir neçə inyeksiya ilə bitəcək. Amma depolanmaması, orqanizmdə bol olmaması əslində gətirir sonda problemlərə və pəhriz. Ac qalaraq, belə deyək, pəhriz saxlamamız sonumuzu gətirir. Bu məsələləri və digər məsələləri biz müzakirəmizi davam etdirəcəyik. Məsələn, maraqlı bir şey soruşurlar ki, qalxana bənzər vəzidə ölçüsündə bir dəyişiklik yoxdursa, bu onun ümumiyyətlə probleminin olmaması deməkdir. Yəni, insanlar belə düşünürlər ki, əgər bu zob dediyimiz nəsə varsa, orada nəsə bir böyüklük olmalıdır. Yəni, belə düşünürlər. Amma reklam olacaq indi deyirlər. Reklamdan sonra qayıdaq və cavablandırma olarmı? Bax, maraqlı bir məsələdir. Yəni, vizual olaraq nəsə görməyəndə insanlar düşünürlər ki, burada heç bir problem yoxdur. İndi varmı, yoxmu, onu həkim deyəcək. Ətraflı nə suallarınız olsa, bu qalxana bənzər vəzi ilə bağlı, bunun əməliyyatları ilə bağlı, burada olan problemlərin müalicəsi ilə bağlı 024 244 11 99 bu telefonu yığa bilərsiniz və yaxud da bizim Facebook səhifəmizə yaza bilərsiniz. Biz imkan daxilində cavablandıracağıq vaxt çərçivəsində. Bu gün saat 4-ə qədər efirdəyik. Adətən 4-ün yarısına qədər insanlar bizi izləyir həftə içi. Şənbə günüdür. Şənbə günü saat 4-ə qədər efirdəyik. Diqqətinizdə olsun. Hamısına cavab verməyə çalışacağıq. Elə indidən, bugündən həftənin birinci günündə anons etsək yaxşı olar. Çünki həftənin birinci günü 2 dəfə efirdə olacaq. Ekskluziv buraxılışımız da olacaq. Yaşama gözəldir. 2 dəfə sizin efir, belə deyək, qarşınızda olacaq və 2 dəfə problemlərinizlə bağlı bizə müraciət etmə imkanınız olacaq. İnsanlar yanlış anlaya bilər. Bu təkrar efir olmayacaq. Tam fərqli məsələləri və tam fərqli qonaqları olacaq. Günorta saat 2 tamamda və günorta 2-nin yarısında efirdə olacaq. Reklamlarımız qayıdıb davam edəcəyik. Və reklamlar bitdi. Qayıtdıq studiyaya. Bizim baş sponsorumuz Respublika Diaqnostika Mərkəzidir. Bu mərkəz bütün bu müasir xidməti ilə sizin hər bir tibbi probleminizlə yanınızda olmağa hazırdır. Respublika Diaqnostika Mərkəzində poliklinika, laboratoriya, qadın mərkəzi, radiologiya, ürək mərkəzi, oftalmologiya, peşə sağlamlığı və səyyar tibbi xidmət mərkəzi fəaliyyət göstərir. Təcili yardımın xüsusi xətti var 913. Bu nömrəyə zəng vurmanla gecə-gündüz siz yardım ala bilərsiniz və telefonları belədir 050 229 81 30 və 012 530 90 29. Bütün problemlər barədə nə istəsəz zəng eləyib soruşa bilərsiniz. Təşəkkürlər Respublika Diaqnostika Mərkəzinə. Bir daha bu arada mən tamaşaçılarımızı istəyirəm elan edeyim. Həftənin birinci günü ilə bağlı günorta saat 2 tamamda da, 12 tamamda da üzr istəyirəm efirdə olacaq və 2-nin yarısı da yaşama gözəldir. Yenə də hər zaman olduğu kimi öz ənənəvi vaxtında 2 dəfə efirdə olacaq və 12-də efirimiz yayımlanacaq. Məhz Gürcüstandan gələn doktorlarımızla bərabər. Əgər istəyən tamaşaçılarımız varsa studiyamızda buyura bilərlər. Bizə yaxın ərazidə olan insanlar da müraciət edib doktorlarla şəxsən görüşmə imkanınız da var. Bu şəraiti də sizin üçün yaradacağıq. Vacib məsələ. Bayaq qalxana bənzər vəzi ilə bağlı bunu soruşmuşdum. Deməli, əslində qalxana bənzər vəzidə bir böyüklük yoxdursa, bir baxanda heç nə görünmürsə, bu deməkdir ki, heç nə yoxdur, yoxsa tam tərsidir. Elə bir şey yoxdur. Ümumiyyətlə, qalxana bənzər vəzin problemləri hormonal. Mikrofonu açın da zəhmət olmasa. Qalxana bənzər vəzin problemləri anatomik və funksional olaraq ayrılır. Yəni hormonal problemi ola bilər və deyək ki, bir düyün ola bilər qalxana bənzər vəzində. Hormonal problem təbii üzlə görsənməyə bilər. Amma bu uzun müddət müalicə almadıqda vəzin özünün ölçüsünün böyüməsində özünü büruzə verə bilər. Əgər hormonal problemdirsə. Hormonal problemdirsə. Düyün falan yoxdursa. Bəli. Özün büruzə verə bilər. Əsasən düyünlər özünü xarici olaraq, kosmetik olaraq görsənir. Boyumuza baxdığımızda düyünün ölçüsü böyüyərsə əgər daha çox görünər boyunun ön hissəsi. Amma düyünün ölçüsü kiçikdirsə bu görünməyə bilər. Bu o demək deyil ki, qalxana bənzər vəzi problemi yoxdur. Məsələn, hormonlara baxdığımız zaman bu pozulmaları biz müşahidə edə bilərik və yaxud da hər hansı bir UZI ilə, ultrasəs müayinəsi altında bu düyünü aşkarlaya bilərik. Dünyada ümumiyyətlə belə bir statistikadır. Dünyada 2 nəfərdən birində qalxana bənzər vəzin düyünü vardır. Xanımlarda bunun sıxlığı daha çoxdur. Dünyanın hər yerində olduğu üçün bizim də Azərbaycanda da endemik dediyimiz zonalar var şimal bölgəsində. Hansı ki, bu əhalidə daha çox
qalxana bənzər vəzin düyünü rast gəlinir. Normal populyasiyonda, normal insanlar xalq arasında 2 nəfərdən birində rast gəlinirsə, endemik zonada bu sıxlıq 70-80%-ə qədər yüksəlir. Xüsusən qadınlarda. Xüsusən də qadınlarda. Amma kişilərə də rast gəlinə bilir. Buna görə bunu anlamamızın, bunun belə deyək, varmı, yoxmu bilməmiz üçün check-up dediyimiz ildə ən azı bir dəfə və yaxud da 2 dəfə xəstələrimizin, insanların və yaxud da müayinədən keçməsi şərtdir. Ailəsində özəlliklə qalxana bənzər vəzin problemi varsa, bunlar böyük bir risk daşıyırlar. Genetik səbəblər çünki burada ortaya çıxır və bu insanlar xüsusilə diqqət eləməlidirlər və ildə bir və yaxud da 2 dəfə qalxana bənzər vəzin istər hormonal analizini, istərsə də ultrasəs müayinəsi, uzi müayinəsindən keçməlidirlər ki, bu problem varmı, yoxmu ortaya çıxsın. Amma Azərbaycanda nə tərdir? Yəni belə bir addımı 99% insan atmır. Tərsinə olur. Nəsə olur, baş verir. Biraz davam edir, keçib gedər deyir, keçmir, problem çoxalır, böyüyür, gözə girir, gözü deşir, qıraqdakılar deyirlər, ondan sonra gedir, deyirlər ki, daha gecdir. Ya da bəli, daha ciddi formada artıq insanlar, xəstələr müraciət etməyə başlayır. Yəni sualınızın qısa xülasəsi olaraq deyək ki, gözlə görsənməyən bir şeyin olmaması belə deyək də şərt deyil. Altda yatan bir problem var, ola bilər. Bu müayinə vaxtı ortaya çıxar və eləcə də düyünün ölçüsü kiçiksə çox gözlər görünməz və böyüyərsə düyün artıq o zaman ortaya çıxar. İnsanlar bunu fərq etməyə başlayır. Boyun ön hissəsində şişlik, böyüklük, kosmetik olaraq görüntü meydana gələ bilər. Yəni olmaması, xəstəliyin olmaması demək deyil. Doktor, çox yaxşı olar ki, bu nüansı vurğulayasınız. Cərrahi əməliyyatsız qalxana bənzər vəzin belə deyək, müalicə olunması. Bu necə aparılır, necə eləyirsiniz bunu? Bəli, baxın hansı problemdir də? Bəli. Artıq qalxana bənzər vəzin düyünlərindən xanım qeyd edir. Qalxana bənzər vəzin düyünləri indiyə qədər cərrahiyyə yolla ortadan qaldırılırdı. Yəni xəstələr, insanlar cərrahi müraciət edirdilər və bu zaman orqan yəni kəsilməklə cərrahi üsulla bunu ortadan qaldırırdılar. Artıq bizim Azərbaycanda da həmin görüntülərimiz var, zəhmət olmasa təqdim edək. Video görüntümüz var burada, onu göstərsək yaxşı olar. Keçəl qardaşı dəyişin zəhmət olmasa. Artıq cərrahiyyəsiz düyünü ortadan qaldırmaq mümkündür. Bu bizim etdiyimiz əməliyyatdan görüntülərdir, minimal invazivdir. Xəstələrin gördüyümüz kimi önə ala bilsək çox yaxşı olar. Başdan verə bilsək. Bu düyünün ölçüsünü göstərərdi. Bu gördüyünüz uzun altında qələmlə göstərdiyimiz bu düyündür. Bu qalxana bənzər vəzidir və burada böyük bir 4 sm yaxınlıq bir düyün vardır. Bu bədxasəli, xoşxasəli. Bunu biz öncəsindən biopsiya edirik, incə iynə ilə biopsiya edirik, oradan hüceyrə alırıq və patositoloji olaraq dəyərləndiririk və əmin oluruq ki, buradakı düyün təmiz düyündür. Ümumiyyətlə bu düyünlərin 95%-i xoş xassələrdir. Bütün dünyada, nəzərdə bizim ölkəmizdə 5%-ə qədərində xərçəng riski vardır. Biz bunu anlamamız üçün oradan iynə ilə hüceyrə alırıq, bunu patositolog dəyərləndirir və bizə konkret olaraq deyir, bu düyün bəd xassəlimi, xoş xassəlimi. Yəni bu xəstəni də biz demək biopsiya etdik. Biopsiya nəticəsində düyün təmiz gəldir və təmiz gəldikdən sonra bu xəstə üçün bu düyün əridilməsi prosedurunu, yəni cərrahiyyəsiz, kəsiksiz bunu etməyə başladıq. Necə eləyirsiniz? Hə, demək, davam eləyək zəhmət olmasa. Video görüntüyə davam edək. Gördüyünüz qələmlə göstərdiyim düyünün ölçüsüdür. Biz indi bu keyləşmə eləyəcək, yerli keyləşmə ilə edirik biz bunu. Yəni narkoza ehtiyac qalmır, xəstə yatızdırmırıq. Boyundan gördüyünüz kimi ağrı kəsici, yəni keyləşdirici, lokal anestezi dediyimiz keyləşmə edirik boyun ön bölgəsindən. Həmin nahiyədə sadəcə olaraq heç nə hiss eləmir. Bəli, xəstə heç bir şey hiss eləmir. İncə bir iynədir gördüyünüz kimi. Sonra uzinin probudur biz. İndi biz bu gördüyünüz iynə ki var, nazik incə bir iynədir. Onunla girib düyünü əridəcəyik. Yəni cərrahiyyəsiz, kəsiksiz gördüyünüz incə bir dəliklə, yəni o dəliyin izi də qalmır prosedurdan sonra. Gördüyünüz kimi iynənin ucu bu düyündür. Bu gördüyümüz böyük bir düyündür. Bəzən belə bu sol payında olan bütün bir böyük bir düyündür. Biz iynənin ağ olaraq, görüntü olaraq görürsünüz. İynə ilə bu düyünün içərisinə aşağı qisminə girmiş olacağıq. Bəli. Gördüyünüz kimi giririk iynə ilə.
girməyə başladı. Bu gördüyümüz yuxu arteriyasıdır. Beynimizi qidalandıran arteriyadır. Vəz onun yanında yerləşir və artıq proseduru başlamağa başlayacağıq. Gördüyümüz iynənin ən alt hissəsindən başlayırıq. Xüsusi cihaz vasitəsindən bunu eləməyə başlayırıq. Gördüyünüz artıq prosedur başlandı və ağ bəyazlanma meydana gəlməyə başlayır. Ağ hissələr artıq düyünün əriməsini göstərir. Gördüyünüz kimi ətraf düyündür və alt hissəsindən başladıq. Əritməyə başlayırıq biz bunu gördüyünüz kimi. Bir maye mi vurulur? Xüsusi radio dalğalarla orqanizm üçün zərərsiz bir şeydir. Səs dalğaları biz oraya göndəririk. Həmin səs dalğalarından kinetik enerji formalaşır. Kinetik enerjidə içərisində probun soyuq su dövr edir. Isı enerjisindən çevrilir, temperatur enerjisindən çevrilir və düyün başlayır ərimə. Bax, gördüyünüz orta hissəsi artıq düyünün 50% əriməyə başlayıb. Bu qismlər tamamilə ağarmış hissələr düyünün əriyən hissələrini Neçə müddət çəkir doktor bu əməliyyat? Prosedur hardasa 15 dəqiqədən 40 dəqiqə, 45 dəqiqəyə qədər çəkə bilir. Bu düyünün ölçüsündən, sayından asılı olaraq dəyişir. Bəli, düyünün ölçüsündən. Gördüyünüz kimi, bax, düyünü əritməyə başlayırıq. Biz artıq düyünün çox hissəsi əriməyə başladı. Bax, bayaq düyünün görüntüsü tamamilə fərqli idi. Və video görüntü altında çox rahatlıqla həm görürsünüz ki, burada arteriyalar hardadır, düyün O hardadır əridi, və nə edirsiniz? əriyəndən sonra həmin nahiyədə hara gedir? Xırda hissəciklərə bölünür və immun sistemimiz tərəfindən o bədəndən atılır, belə deyək. Bədən özü onları dəf eləyir. Bəli, bədənimiz Məsələn, ölçü olaraq nə qədər müddət sonra gözlə baxanda o hiss olunur? Artıq həminki vaxt artıq hiss olunur ki, düyün yoxdur. Düyün ölçüsü, məsələn 4 sm düyün böyük bir düyündür, boyunun ön hissəsindən görsənən bir düyündür. Əridikdən sonra düyün ortadan qalxar. Bu damarlardakı belə deyək, skleroterapiya bənzətdim ona, yəni göz qarşısında artıq yoxa çıxır. Bəli, ona bənzər bir şeydir. Fərqli bir yöntəmlərdir bunlar təbii ki. Dünyada yeni çıxan bir şeydir. Azərbaycanda ilk dəfə olaraq bizim tərəfdən bu icra olunur ölkəmizdə. Biz də bunun təsirini Türkiyədə aldıq, gəldik və gördüyünüz prosedur bitdi və iynəni biz çıxardıq. İynəni çıxarmış olduq. İndi incə bir, gördüyünüz bu balaca bir plastiklə yapışdırdıq və artıq düyün ortadan qalxmış oldu. Yenidən əmələ gəlməsi orada ola bilərmi? Xeyr, həmin düyün əmələ gəlmə riski yoxdur. Həmin düyün əmələ gəlməz. Prosedur qısa müddətli lokal anesteziya, yerli keyləşmə ilə narkoza getmədən, kəsik olmadan aparılır və bunu da xüsusilə vurğulamaq istəyirəm ki, cərrahi əməliyyat zamanı cərrahi əməliyyat düyünə yönəlik deyil. Düyünlə yanaşı orqan tamamilə çıxarılmış olur cərrahi əməliyyatda. Amma yenə bizə çıxarılır və sonradan onun funksiyasını dərmanla qəbul edir. Bəli, ömür boyu xəstə dərman qəbul etmiş olur. Cərrahin təbii xüsusi riskləri vardır. Burada bu risk daha azdır. Xəstənin artıq dərman içməsinə gərək qalmır. Ömür boyu həkimdən bir aslı vəziyyətə xəstə düşmür. Bilirsiniz, bu dərmanlar da sabit doz dərmanlar deyil. Əməliyyatdan sonra davamlı 3 ayda bir xəstə həkimə müraciət etməlidir, klinikaya getməlidir. Bu dozu ayarlamaqdan ötürü analiz verməlidir və s. Maliyyət olaraq da xəstə üçün demək belə deyək, yaxşı bir işləm deyil, yəni əməliyyat. Amma bizim prosedurda nədir? Düyünə yönəlikdir. Orqana biz qətiyyən toxunmuruq. Xəstəni bir saat sonra evinə buraxılır, yəni xəstəxanada yatmır. Qidalanması necə doktor? Bir belə deyək, pəhriz filan? Xeyr, xüsusi pəhrizi yoxdur. Xəstə günlük həyatına davam edir. Bir gün sadəcə istirahət istəyirik, evinə gedir, bir gün evində istirahət edir, səhərsi günlük iş həyatına qayıda bilir. Bəs həmin o orqanın da qalxan nəzər vəznin funksiyalarının, o hormonal funksiyalarının davam etməsində bir problem olmaz? Heç bir problem yaranmır, xeyr. Xəstənin heç bir, çünki biz düyünə təsir edirik, orqana dəymirik. Ona görə orqan öz fəaliyyətini pozmur. Amma cərrahi dediyimiz kimi orqan çıxına görə hormon azalır, amma burada heç bir hormonal pozulmadan söhbət gedə bilməz. Xəstə düyünü ortadan qaldırılır, xəstə rahatlayır, düyünü artıq ortadan qalxdığına görə bunun artıq kanser, xərçəngləşmə riski təbii olmur. İrəlidə xəstənin ciddi rastlanacağı problemlər olmur. Xəstənin və şikayətləri boğulmasıdır, səs dəyişikliyidir, udqunmadakı problemdir və s. əməliyyatdan sonra tamamən ortadan qalxar və o düyün belə deyək də sanki əvvəlki vəziyyətindən yəni bir 15 dəqiqə, yarım saat, 40 dəqiqəlik bir prosedurdan sonra olmamış kimi yoxa çıxar. O düyün olmur. O düyünün ölçüsünün dəyişməsi belə deyək, o tədricən olan bir prosesdir. 6 ayda belə deyək, birinci ay xəstəni biz kontrola çağırırıq, özümüz uzi edirik, baxırıq. O düyün ölçüsü bir ay sonra 50% kisilir. Bəli, 3-cü ay 25%, 6-cı ay tamamən ortadan qalxmış olur. Yəni əməliyyat vaxtı düyünün 50% artıq həcm olaraq aradan qalxmış olur və digər hissələr də xırda hissəciklərə bölündüyü üçün orqanizmimiz onu dəf elədiyi üçün 6-cı ayda artıq düyün ortadan qalxmış olur. Anatomik olaraq qalxanbari vəzimizdə artıq ultrasonografik olaraq heç bir düyün
qeydə Müşahidə alınmır. olunur. Bu prosesin əks göstərişi varmı? Yəni belə insanlarda məsəl üçün də bunu eləmək olmaz. Bunlarda bunu eləmək olmaz. Xeyr, bu Belə bir şey var? bu prosedurun heç bir əks göstərişi yoxdur. İnsanlarımız, xəstələr, yəni bütün xəstələr artıq belə deyək də bu düyün üçün bu proseduru uygulaya bilər. Sadəcə olaraq dediyim kimi biopsiya vaxtı biz tam əmin olmalıyıq ki, xəstələrin belə deyək də düyün xarakteri nədir? Bəd xassəlimi, xoş xassəlimi? Ümumiyyətlə Bədxassələrdə bu tipli olmur. Bədxassələr olanlarda artıq biopsiyanın cavabı zaten bizə o bilgini vermiş olur. Bu düyünlərin dediyim kimi 95% təmiz düyünlərdir. 5%-də kanser riski var, xərçəng riski var. Əgər xərçəng riski belə deyək qeyd olunarsa, belə deyək Xərçəng patoloji varsa, nəticə belə gələrsə sizə gələrsə cərrahi əməliyyatla çıxarırlar yəni. Çünki bunun yayılma şeyi var, belə deyək, bunun üçün də xüsusi yöntəmlər var, radiofrekansla bağlı, amma artıq hələ onun tam dünyada təsdiqlənməyib. Təsdiqlənmədiyi o da gələcək. Və o da gələcək. 5 il, 10 il sonra çalışmalar bitdikdən sonra artıq onlar da ortaya çıxacaq. Amma hələ ki biz bunu sadəcə 95%-ə girən, yəni 100 xəstənin 95-ində düyündə 95 xəstənin kimi bu üsulla edə Doktor, bilirik. neçə müddətdir bu əməliyyatları edirsiniz? Artıq biz bunu Azərbaycanda 5 aydır başlamışıq, bəli. Amma bütün dünyada artıq dünyanın bir çox Avropa ölkələrində, Türkiyədə geniş miqyasda tətbiq olunan bir yöntəmdir, Ümumiyyətlə, dünya üçün prosedurdur. də yenidirmi? Bəli, dünya üçün bu ümumiyyətlə 2000-ci ildən təsdiqlənib, 2000-ci ildən başlayıb, bəli. 15-16 ilin məsələsi. Bəli, 15 ilə yenidir. yaxındır bu prosedur var. Türkiyədə 5 ilə yaxındır var. Biz də orada uzmanlıq təhsilimizi orada aldıq və oradakı bizim professorlar, müəllimlərimiz bizə bunu öyrətmiş oldu və bu cihazı biz Azərbaycana gətirdik. Artıq bu prosedurda öz xəstələrimizə tətbiq edə bilirik. Xoşdur, tibbi Və yenilikləri barəsində danışmaq. Həkimlərimizlə birbaşa əlaqə saxlamaq istəyənlər bizim prodüserdən əlaqə vasitələrini əldə edə bilərlər. Telefonumuz 024 244 1199-dur. Mövzumuz dəri problemləri, eyni zamanda da biz paralel olaraq zobdan danışırıq. Zob deyəndə insanlar yəni bunu daha rahat başa düşürlər. Ona görə qalxana bənzər vəznin, xoşxassəli və bədxassəli şişlərə, hormonal pozğunluqları mən demirəm. Zob deyəndə insanlar burada nədən söhbət getdiyini daha yaxşı anlayırlar. Tamaşaçımız Elşən bəy dermatologumuzdan soruşur ki, deyir səpkilər yaranır özünün bilmədiyi səbəbdən 16 yaşı var və deyir qızardılmış yeməklər yedikdə bu daha çox özünü Hansı nahiyədə göstərir. olur? Hansı nahiyədə olur onları soruşaq. Üzünə nə qədər müddət var? Üzdə olur. Aha. Adətən- Sızanaqlar olur. Tamam. Adətən 16 yaşında bir gənc hər halda xanım ya da kişidir. Bəli, Bəli, Elşən bəy. bəli, Elşən. Elşən bəy. Elşən bəy, hər halda sizdə bu yeni yaranmış olan bu sızanaqlar, bu səpkilər sızanaqlar olaraq dəyərləndirmək olar. Yəni Bəli. daha çox o yaş Həm də dövründə, yeniyetməlik dövrüdür. yeniyetməlik dövründə yaranan səpkilər sızanaqlardır. İnsanın 80-90%. ən belə deyək də Həssas anlar. həssas Bəli, bəli. anlarıdır. Zəhmət çəkən vəziyyət. Bəli. Bu yeniyetməlik çağından etibarən başlayar, 17-18 yaşlarında daha da şiddətlənər və 25 yaşına kimi davam edə bilər. Yəni bu androgen hormonlarının təsiri altında Doktor, yaranır. mümkün deyilmi ki, yəni bunu necəsə qaydasına salsın və yeniyetmələr bu problemi çəkməsin? Bu həqiqətən Tamam. onların özünü təsdiqlənməsi və cəmiyyətə çıxmasına çox mənfi təsir göstərir. Düzdür, bu əslində bir fizioloji bir prosesdir. Bəli. Yəni bu yeniyetmələrdə görülən ən sıx problemdir və də dəri xəstəlikləri arasında o dövrdə görülən xəstəliklərin 90%-ni təşkil edir. Amma hamısı hər bir sızanaq yaşayan insanda həkimə müraciət eləmək belə bəzən ehtiyac duyulmur. Əgər artıq niyə görə? Çünki yüngül ola bilər. Bəzən tək-tük, yəni bir neçə ədəd olur ki, onlar da spontan olur. Yəni öz-özünə də hətta sağalırlar. Amma işin pis tərəfi budur ki, və də hətta xəstəmiz, izləyicimizi narahat edirsə, deməli artıq çox yayğındır. Belə olan halda dediyiniz kimi həm bizim dərimiz sadəcə bir orqan deyil, eyni zamanda özünü ifadə şəklidir. Həssas dövrüdür, inamsızlıq, komplekslər, o yaş dövrünün o daha həyəcanlı vaxtları və də o özünə qapana bilir. Bəli. Nə desək ki, üzr istəyirəm ki, sən böyrəyində belə sızanaq var, heç vecinə də olmaz. Yəni burada bir böyrəyində bir kisti var, heç onu şey də eləmir, narahat eləməz. Amma üzündə bir şey, indi bu dəqiqə onun saçını jel eləyib çıxan vaxtdır. Dolayısıyla və də demək ki, Elşən bəyi narahat eləyir. Belə olan halda əgər vaxtında müalicə olunmur isə, özündən sonra dərin çapıqlar qoyur. Yəni biz əslində bu bizi narahat eləyir. Çünki atrofik çapıqları bəli müalicə eləmək mümkündür lazerlərlə, fraksion karbondioksid lazerlərlə, amma nə qədər də olmasa ideal bir görüntüyə sahib olmaz. Yəni bu böyük ehtimal, yəni tamaşaçının cavabı bu gənclik sızanaqlarıdır, akne vulgaris deyə keçər.
və də ən yaxın dermatoloquna müraciət eləsin. Və yaxud da Bir ki, də 3-4 il dermatoloq səbr məsləhət eləsin, almaq keçib lazımdır. gedəcək. Bu belə bir şey. Bu arada tamaşaçısı üçün də deyim, bunun bir bağırsaqdakı bir qurtla qətiyyən əlaqəsi yoxdur. Aha, Yəni sonra nə bilim, yox, qətiyyən yoxdur. aha. Ondan sonra gedib bağırsaqlarını yudurtmasınlar boş-boşuna. Yəni nə qurt, Bir nə də canavar hallar burada var. işi yoxdur. Belə hallar da mı olur yəni? Yəni çox olur ki, xəstə əslində dermatoloqa müraciət eləyənə qədər bir sürü yerlərə gedir, bağırsaq yuduzurlar, qan dəyişirlər. Yəni əslində bir xaricdə deyiləndə ki, Bibitoloq, nənətoloq, Yəni, qonşutoloq, o qədər var. şeydir, bəli. Qomtoloq. Hə, bəs mənim də uşağımda var idi, filan Hə, hər şey şey şünaslar. düzələcək. Bir xaricdə deyiləndə ki, və də deməyə adam utanır hətta, oradakı toplantılarda deyiləndə ki, bəs qanı damardan alıb, üzr istəyirəm, əzəliyə vurmaq, Aha. onlar gülürlər ki, yəni siz hansı əsrdə yaşayırsınız ya da ki falan. Yəni bu bir artıq tarixdir. Buradan da bütün tamaşaçılara səslənir. Ayıbdır yəni belə şeylər Bunu eləmək. qan dəyişmək adı ilə eləyirlər, ancaq bu doğru Yox, qan yöndən dəyişmək deyil, də yanaşma şeydir. deyil. Bəli, yəni bunun bir bağırsaqla əlaqəsi yoxdur, dəri problemidir. Bəzi qidalardan şiddətlənə bilərlər. Xüsusən yüksək glisemik indeksli qidalar, yəni şirniyyatlar tətkiləyir. Bəzən də acı yeməklər də, o da yəni olan şeyi də biraz da qaşıntını artırdığına görə şiddətləndirə bilərlər. Doktor, çox Kartof maraqlıdır ki, qızartmasını az yeyin, canınız aha, qutarsın. bu mövzuda araşdırma eləyəndə qarşıma belə bir məlumat da çıxdı ki, üz nahiyəsində harda səpkilərin olması bizim daxili orqanlarımızın problemindən xəbər verə bilər. Əlaqəsi yox. Verməzmi? Qəti. Mən də bu yaxınlarda onu bir sosial şəbəkədə gördüm. Aha, Əlaqəsi yoxdur. əlaqəsi yox. Yoxdur, təbii. Ümumiyyətlə belə deyək, yeniyetməlik dövrünü keçək. Daha Bəli. sonrakı yaşlarda bunlar görünərsə, Təbii ki. bu niyə olur Hə, eləsə? təbii. Deməli, əslində istənilən şiddətli sızanaq 25 yaşında bitməlidir. O bayaq dediyim fizioloji olan sızanaq 25-də bitməlidir. Yəni Bu inkişaf mərhələsi keçdi, burada bitdi, 25-də bunlar da bitməlidir. getməlidir. Bəzən olur ki, pasientlərdə ya 25-də bitmir, daha da davam edir. 35, 40, 45 yaşlarına kimi bəzən gedir. Bu xanımlarda daha çox görülər. Bəzi insanlarda isə heç o yeniyetməlik dövründə demək olar ki, olmur. Sonradan, yəni 25-dən sonra daha da şiddətlənmə və təkrar qayıdan səpkilər görülür. Bu iki qrup halda biz bəzi problemləri araşdırırıq. Burada xəstələrdə yanaşı olaraq menstrual sikllərdə xanım xəstələrində menstrual sikldə pozulma var, yoxmu? Saç tökülməsi var, yoxmu? Santral obezitə deyirik, göbək piylənməsi var, bel çevrəsində genişlənmə, artma var, yoxmu? Bu arada xanımlarda 88-in üzərinə çıxarsa artıq santral obezitə, yəni göbək piylənməsi yoxmu? Və ultrasəs müayinəsində polikistoz, yəni yumurtalıqlarda çoxlu folikulların olması. Deməli, daxili orqanlarımızın probleminə gedib dayanır. Yəni bu hər xəstə qrupunda, hər 25-dən sonra hər sızanağı hələ bitməyən xanımda daxili orqanda bir problemin olacağı deyə bir şey yoxdur. Sadəcə 20-25% hallarda ola bilər. Digər böyük faizdə nə ola bilər eləysə doktor? Digər hallarda isə hiperandrogenizm deyirik. Yəni androgenlərin artığından ümumiyyətlə hər tip aknedə istəyər gənclik sızanağı olsun, istəyir 25-dən sonra olsun. Bir dəqiqə. İstəyir 25-ə qədər olsun, istəyir 25-dən sonra olsun. Bir androgenlərin artığından, normadan artıq olmasına söhbət gedir. Buna biz hiperandrogenizm deyirik. Amma bu hər zaman endokrin bir problemə dəlalət eləməz. Yəni endokrin bir problemə hər zaman bu xəstədə narahatçılıq eləməz. Araşdırılma, əgər xəstə şikayət eləyirsə, tüklənmə, saçlarda tökülmə, sonra xanım xəstədirsə kişi tipi tüklənmə, ondan sonra adət düzənsizliyi. Deməli, yəni səpki ilə yanaşı başqa əlamətlər də olmalıdır. Olarsa onda endokrinoloq ya da ginekoloqla bərabər artıq bu mövcud problemin daxildən ehtimal ola biləcək səbəbləri araşdırılır. Biz adətən dəri problemlərində belə idi. Yəni üzdən bir kremlərlə, sürtkilərlə, nə ilənsə aradan qaldırmaq istəyirik bu problemləri. Düşünmürük ki, daxildən qaynaqlanan bir şeydir. Bəzən hətta doktorlar daxilə bir həb yazdıqda bir başqa doktora yönləndirir. Deyirlər ki, dəridən niyə ora getməliyəm axı? Amma əslində deməli bu bizim daxili narahatlığımızdan qaynaqlana bilər. Təbii ki. Yəni hətta elə olur ki, belə aptekə gedirlər ki, mənə bir dənə məsəl üçün səpki üçün filan nə dərmanı var, filan şey ver. Yəni bəzən hətta belə də olur. Apteklərdə də sağ olsun. Yəni belə bir şeylərə də gedilir. Amma sonunda yaxşı olmayan nəticələrə gətirib çıxara bilir. Bu dəri problemləri ilə bağlı danışırıq. Bir izləyicimizin sualı var. Deyir ki, bizim uşaqda deyir, üzündə kapilyar kimi görünür, elə bir qızarmış nöqtələr var. Neçə yaşı var? Adı var. Hemangioma ola bilər. Neçə yaşı var? 4 yaşdayız.
Uşaqdır. Uşaq. O anadan olarkən, doğularkən var idimi, yoxsa sonradan çıxdı? Sonradan deyilsin yaranıb. Neçə ay sonra yaranıb? Bilmədi onu. Orada iki şey ola bilər əslində. Kapilyar hemangioma kimi, yəni Kapillərin orada partlaması mı? yox. Kapilyar mənşəli bir dəri törəməsi deyə, dəridə kapilyarlardan yaranan bir şiş deyək də, belə deyək, hemangioma, şiş deyək. Amma bu xoş xəstəlikdir. Bir şey, yəni narahat olmuyor. Şiş dedikdə, yəni bir bədxəstəli bir şeydən söhbət getmir. Kapilyarların genişlənməsi də belə deyək. Onlar reklamı keçək, qayda davam edək. Qısa reklamımız var. Diqqətinizdə olsun, sonra davam edirik. Verilişin baş sponsoru Respublika Diagnostika Mərkəzidir. Və qayıtdıq, davam edirik. Dəri problemləri, eyni zamanda qalxan bənzər vəzi problemləri. Reklam arasında həkim bir şey deyir. Deyir, elə vəziyyətə gəlmişik ki, indi hamıdan qurt çıxardılar. Bəli, biz artıq deyirik ki, bunun bir elmi bir araşdırmasını aparaq ki, və də sübut eləyək ki, bizim millət yəni bu qədər qurt yoxdur ya da varmı doğrudan, yəni doğrudan böyle bir problemlərlə üzləşirik. Artıq uzaq başlı olan o belə deyək, bəzi insanlarda dırnaq arası mənada işlənən qurtlu insanlar yəni, bu ola bilər. O dözə verməz yəqin ki. Artıq biz yəni o qərara gəldik ki, bunun bir elmi araşdırmasını aparaq fərqli bölgələrdə, fərqli populyasiyalarda və də baxaq ki, doğrudan varmı, yoxsa yəni biz mi yanlış bilirik, yoxsa doğrudan da belə? Doktor, bir də diatezli uşaqlarda əslində burada belə deyək, görüntülərimiz getdikcə bir nüansı xatırladım. Qidalanma ilə bağlı. Adətən diatezli uşaqları məsələn valideyn konkret qadağan eləyir ki, şokolad olmaz sənə, subtropik meyvələr olmaz sənə, harda yesə hücum olunur uşağın üstünə. Bunlar doğrudurmu? Yəni bu qidalardan mütləq mi qorunmalı? Və uşaqda həsrət qalır, gözü orada qalır. Düz deyirsiniz. Deməli, ümumiyyətlə allergik ya diatezə meyilli uşaqlarda, o qrup xəstələrdə bizim qara siyahıda olan yeməklər var. Bəli. Qidalar var. Bunlar elələri var ki, bunu biz kateqorik olaraq deyirik ki, valideynlərə mümkün qədər bunlardan qaçın. Elələri var ki, bunlar ana qida maddələridir və bunları qidalanmasa uşaq inkişafdan gedir. Qaçmaq olan şeydir. Məsələn, yumurta, məsələn, inək südü. Bəli. Məsələn, qətiyyən almasını istəmədiyimiz qidalar var. Bunlar şokolad bəli bunlardandır. Araxis. Aha. Onları heç sevmərik. Yer fındığı. Yer fındığı. Ondan sonra çipsi, bu cür yeməkli şeylər. Sonra yarım fabrikat şeylər. Yarım fabrikatlar ümumiyyətlə konditerləri çox sevmərik. Ondan sonra bunları izləyən sıralarda düzdür, sitrus meyvələri yenə yer almaqdadır. Hardasa? Bura banan da daxildir, səhv etmirəmsə. Banan o qədər yox, əsasən sitrus. Banan çünki vitaminlərlə çox zəngindir. O yəni hətta bir də istisnalar da var. Məsəl üçün heç o siyahıda olmayan, amma verdiyimiz zaman uşaqlara doğrudan da səpkilərə səbəb olan və də xəstəliyi şiddətləndirən qidalar var. Bunları da artıq test eləyərək bilinir. Sonra süddür, inək südü. Bunu istəyirik ki, əslində arzu olunan şey deyil, amma inək südünə qarşı bir allergiya olarsa, onda bunu keçi südü ilə əvəz olunmasını istəyərik. Daha az allergendir və də ana südünə daha yaxındır o mənada. Sonra yumurta yenə əsas qida maddələrindəndir. Bu, əgər olarsa yumurtaya qarşı allergiya, onda ağına ayrı, sarısına ayrı olacaq şəkildə yenə də test elətdiririk. Görək. Ola bilsin ki, ağına qarşıda yoxsa sarısına yoxdur. Çünki bunlar da bildiyiniz kimi çox həm ağın, həm sarısı, bəli, ayrı-ayrılıqda çox önəmlidir. Sonra bu sıralamada yenə pomidor bəzən yer alır. Çiyələk varmı bu sırada? Çiyələk ön şeylərdəndir. O da yəni pomidordur, çiyələkdir bunlardır. Bu ümumiyyətlə bu siyahıda olan qidaların hamısı eyni belə deyək, diatezli iki uşaqdır. Hər ikisində də eyni qida, eyni allergiyaya səbəb olmaz. Ona görə biz həmişə valideynlərə deyirik ki, test elə. İndividual yanaşmaq lazımdır. Test elə. Yəni orada da bir müddət məsəl üçün. Zəhmət olmasa, yenə gəlsəydik, səhv etmirsə sənin sualınla bağlı idi. Deməli bir müddət deyirik ki, məsəl üçün pomidor ver xəstəyə deyirik. Bir müddət olaraq bəli, test elə. Yoxla gör deyirlər, tüplər dənə gör deyirlər. Əgər o müddət ərzində başqa bir şübhəli maddənin qəbul olunmasını istəmərik. Çünki çarpaz reaksiyalar ola bilər ya da aldadıcı reaksiyalar ola bilər. Onda biz bilə bilmərik hansınadır. Dolayısıyla onu yediyi müddətdə əgər yaranarsa, şiddətlənərsə, onda biləcəyik ki, bəli, bu uşaqda pomidoradır, ya çiyələyidir, allergiya var. Sonraki dönəmdə, üzr istəyirəm, əgərləri
digər bir şübhəli qidaya keçirik və də o dönəmi izləyirik. Yəni Doktor, bu arada uşaq yeməklərini xahiş edərdim vurğulayasınız. Bu belə deyək, bəzən düşünülür ki, sırf bu yeməklərin səbəbindən diatez yaranır uşaqlarda. Bu həqiqətən o əlavə qidalardan bəli, gedir. sizlər Yəni bu burada nəzərdə hazır tutulan- qidalar, elə mi? Hazır qidalar. Məsələn, hansı ki, ana südü Var ilə mı bu, qidalana belə bir bilməyən şey? uşaqlar bu qutu yeməklərindən istifadə edirlər. Belə deyək, onların xüsusi olaraq hazırlanmış və də allergiyaya meyilli olan, mən marka olaraq deməyim. Bəli, Ona deməyək. görə şey olaraq xüsusi olaraq hazırlanmış qidalar var. Onları məsləhət görürük. Aha, yəni hardasa seçim etmək Hardasa lazımdır uşaq bəli, seçim yeməklərində. edilə bilər. Bir də az öncə Murad bir sual ünvanlamışdı sizə kapillərlərin görməsinə bağlı. Bu kuperoz ola bilərmi? Necə? Mən ona qayıdacaqdım, o yarımçıq qaldı. Deməli o iki şey görülə bilər. Birincisi kapillər hemangioma Bəli. və burada bizim narahat edici tərəfi nədir? O yaşla bağlı arta bilir. O ümumiyyətlə Böyüyə bilir. Bəli, inkişaf mərhələsi var. 1 yaşa kimi, 1 yaşından 9-10 yaşındakı və 10 yaşından sonra deməli bəzən olur ki, sabitlənir. Bəzən də olur ki, artır və daha böyük sahələri tutur və də ondan sonra onu ortadan qaldırmaq çox çətin olur. Hətta bəzən cərrahi müdaxilələrə ehtiyac ola bilər. Buna baxmayaraq həm üzdə asimetri, həm xoşa gəlməyən bir görüntüyə yaranır. İkinci bir tərəf adi telenjektazilərdir. Yəni incə kapillar telenjektazi deyirik. Kapillarlarda biraz daha genişlənmə və aydın daha belə deyək də daha bariz görünmək kimidir. Amma bu şiş formasında olmur, deyilmi? Rəng Dəri ilə formasında, eyni səviyyədə sadəcə sadəcə olaraq damarların daha aydın görülməsi şəklində olur. Kuperozlar da bunlara aiddir. Bu problem məsələn necə aradan qaldırmaq Onu olur? damar vaskülər lazerlərdir, damar lazerləri. Uşaqda erimək olur mu? Bəli, olur. Çox da mükəmməl şəkildə. Ziyanı yoxdur mu? Heç bir ziyanı yoxdur. Qətiyyən heç bir ziyanı yoxdur. Müalicə ilə aradan qaldırmaq mümkün. O kapillarlar, kuperozlar götürülür. Bir də spider angioma deyirik. Hörümçəyə bənzəyir. Onun da ortasında bir gözü olur və xırda kapillər şəklində yenə damarlanma elə bil əlin barmağı şəklində. O da yenə eyni şəkildə hörümçəyə bənzədiyinə görə hörümçək angioma deyirik. Damar mənşəli o da bir törəmədir. O çox bir 5-10 dəqiqəyə tamamilə yox olur. Bir də bayağı bu slaytda da şəkillər gedirdi. İnsanları bir də narahat edən nə var? Məsələn, bəzi məşhur insanlarda da bu var. Dərinin rəng Vitiligo mu? Rəng itirir. Bəli. Ağ rəngdən ləkələr, ağarır, barmaqlar ağarır, ləkə. Michael Jackson'da olanlar. Məsələn, bir ara Türkiyədə parlamentin sədri var idi. Bəli. Vitiligo deyirik. Bu xəstəlik nə baş verir? Dərimizə rəng verən hüceyrələr var. Melanosit hüceyrələri dediyimiz. Onlar bizim dərimizin boya fabrikləridir. Burada bizim öz immun sistemimiz hansı ki o bizdə proqramlanıbdır ki, bədənə yad olan bakteriyalardan, viruslardan və ya hər hansı xəstəliklərdən qorusun. O nəyə bənzəyir? Bir binanın qaravulçusudur. O binanın sakinlərini evə buraxmalıdır, yad adamı buraxmamalıdır. Orada proqram pozulub elə bil. Qaravulçu yox. Qaravulçu binada yaşayanları qoymur içəri, məhv edir. Yəni belə bir şey. Burada da o immun sistem immun sistemdə proqram pozulur və o dərin orqanizmin öz hüceyrələrini yox eləyir. Yəni o melanosit dediyimiz boya fabriklərini yox eləyir. Geri dönüşü varmı? Geri dönüşü proqnostik faktorlar var. Əgərləri və də bölgəyə görə məsələn üz bölgəsi daha yaxşı tabe olur müalicəyə, bədən gövdə bölgəsi daha yaxşı. Bəli. Amma əl bölgəsidir, dirsəkdir, dizlərdə, hansı ki travmaya məruz qalan, tez-tez travmaya məruz qalan yerlərdə geri dönüşüm 100% olmasa da var. Amma çox bir uzun müddət tələb eləyir. Amma tam olaraq qapanmaya bilərlər. Proqnostik faktorlardan, məsəl üçün 5 ildən çox olması bu müalicəyə çox çətin tabe olur. İrsiyyətdə başqa avtoimmun xəstəliklərin olması kimi stres faktoru. Doktor, Mingəçevirdən Rəfail bəy soruşur. Bəli. Rəfail bəy soruşur ki, əllərində ekzema var, uzun müddətdir müalicə olunur, ancaq müsbət bir nəticə əldə etmir, 40 yaşı var deyir, nə edə bilərəm? Ümumiyyətlə, ekzema belə deyək, xronik bir xəstəlikdir. Onun tam olaraq müalicəsi yoxdur, amma uzun müddətli remissiya alırıq. Remissiya da nə deməkdir? Heç bir xəstənin özü belə xatırlamır ki, məndə belə bir problem olubdur. Amma biz burada birinci əllərdədirsə məsləklə bağlı ola bilər. Yəni bədənin başqa bir yerlərində dövrü əllərdədirsə bir çox səbəbdən qaynaqlana bilər. Gördüyü iş nədirsə, bəlkə deməli nəyəsə qarşı onun dərisi həssasdır və də konkret olaraq o əlinə təmas eləyir. Yəni təmas dermatiti deyək başqa adı, kontakt dermatit şəklində və də
səbəb olan allergenin ortadan qaldırmaq lazımdır. Aha. Bunu müxtəlif üsullarla tapmaq olar. Xəstənin kürəyinə patch test deyirik, yama testi deyirik. O yapışdırılaraq xəstənin nəyə qarşı allergiyası var, ekzeması nəyə qarşı da o test tapılmalıdır. Ondan sonra bu üzr istəyirəm, bu ortadan götürülür və müalicə ilə dayanıqlı remissiyaya girir. Yəni xəstənin özü belə xatırlamır ki, niyə görə bunda belə bir şey var idi ya da. Və doktor, mən indi ekranı sonra bir sual var, üzr istəyirəm. Bu zobla bağlı soruşurlar. Əslində həkimə sual fərqlidir. Deyir, nəfəs alanda çətinlik yaşayıramsa və yaxud da udqunanda çətinlik yaşayıram boğazımda. Bu deyir, amma şiş yoxdur. Bəli. Nədən ola bilər? Bəli, bu endokrinoloji tiroid problemi ola bilər. İnsanın, xəstənin nəfəs almasında problem varsa, udqunma zamanı boynunda yad sim hiss edirsə, bəli, udqunan zaman ya su içən zaman və yaxud da yemək yeyən zaman bir şey ilişib qalıb, yad sim hissiyatı biz buna deyirik. Nəfəs almasında sıxıntı meydana gəlirsə, bundan başqa səs dəyişikliyi ortaya çıxırsa, bəzən səsi batıq çıxır xəstənin, bəzən yüksək səslə çıxmağa başlayır. Bunlar da zobun göstəriciləridir, əlamətləri, simptomlardır. Bəli, zobu yoxlatdırmasında fayda var pasiyentin. Bir ultrasəs müayinəsi etdirmək, bir də bir-iki hormonumuz var, onlara baxdırmağında fayda var. Bir izləyicimə maraqlı bir sual verir. Şan dərsləri deyirlər də, türklərdə vokal dərsləri falan alır və nəfəs məşqləri də eləyir. Bunların deyir, boğazımıza deyir, zərəri ola bilərmi? Boğazımıza deyil, səs tellərində əgər ciddi gərginlik meydana gəlirsə, biz buna spazm deyirik. Təbii, bunun səsimizin çıxmasına, səsimizin tonuna təsir ola bilər. Bu yöndən yəni çox, belə deyək də, təzyiq göstərmədən, gücə salmadan məşqlərini elətdirə bilərlər. Yəni. Doktor, Ülker xanım Bakıdan soruşur ki, 5 aylıq körpəsi var və deyir, anadan gəlmə bədənində səpkilər var. Bunlar nə ola bilər? Və suluqlar formasındadır. Suluqlar formasındadır. Bədən hansı nahiyəsindədir? Bədən hansı bölgələrində? Bütün bədənində var. Qohum yoldaşı ilə qohum deyirlər. Qohumdurmu? Qohum evliliyi olmayıb ki, yəni başqa nə suallarımız var, hər birini ünvanlayaq. Qohum evliliyi. Qohum evliliyi, sonra səpkinin xarakteri, yəni şar şəklindədirmi, qovucuq şəklindədirmi? Bəli, qovucuq var. Hansı nahiyələrdədir? Bütün bədəni əhatə eləyir. hər yerdə olur. Hər yer. Travmadan sonra artır, artmır. Məsəl üçün bədən toxunduqdan sonra artıb artmamasını soruşaq. Bir də soyulurmu? Soyulurmu? Bütün bu sualları dəqiqləşdirək və sizə deyək, aydınlıq gətirərik Ülker xanımın belə deyək sualına. Və kimin əlavə sualları varsa soruşa bilər. Vaxtımız da sona yekunlaşırıq, biz az qalıb. Bugün lap tez keçdik. Bir sual var idi. Deyirlər ki, ümumiyyətlə üzdə ocaqlı tökülmə. Deyir, mən neçə dəfə müraciət eləmişəm, deyirlər, bu nevroloji problem. Deyir, vallah mənim nervim yoxdur, əsəbim yoxdur, sakit adamam, əsəbləşmirəm də, yəni heç belə bir problemim yoxdur. Nədən ona bilər? Ocaqlı dazlıqdan söhbət gedir, bayaq şəkillərdə var idi. Bir yerdə tük elə bir yoxdur da, orada tük deyən şey. O əvvəl olub, sonra olmuyor. Sonradan itirilir. Ocaqlı dazlıqdan söhbət gedir, o görüntünün verə zəhmət olmasa. Bu deməli, həm saç, həm saqqal bölgəsində ola bilir, bəzən daha yaygın olur, hətta bədənin bütün hissəsini, tüklərini yox eləyə bilir. Bu da yəni autoimmun bir xəstəlikdir. Autoimmun xəstəlikdir. Yəni öz immun sistemi öz tüklərini yox eləyir və stresin burada rolu var, bəli. Ola bilər ki, xəstədə 100% deyil ki, stres səbəb olur buna. Amma stresin burada rolu var. Stresli dönəmlərdə daha çox şiddətlənər. Yox, keçək zəhmət olmasa. Və təkrarlama ehtimalı da görülür bu xəstələrdə. Yəni, bu xəstəlikdən gedir. Keçək saqqal bölgəsinə zəhmət olmasa. Bir dənə üz var. Üz bölgəsinə. Deməli, burada əslində müxtəlif iynələr var. Bəli, belə bir görüntü. Və də burada hətta belə bir şey olur. Müalicə ilə tökülən tüklər bərpa olunur, başqa yerlərdən yeni çıxmalar görülə bilir, yeni tökülmələr görülə bilir. Bu prosesin aktiv olduğunu göstərir. Məsələn, Azərbaycanın birisi nə edirlər belə hallarda? Ora sarımsaq sürtürlər, nə bilim, sürtürlər, ora sürtürlər. Bu arada sarımsaq sürtməyin, yəni izləyicimizə deyim, sarımsaq bəzən onun bir şeyi var, yəni kıvamını tutturmaq lazım tüklər demiş. Bəzən olur ki, hətta tam tərsinə yandırır və tük folikulasını yox edir. Burada belə deyək, bu loru dildə desək, torpağın dibində əgər toxum varsa, oradan tük çıxacaq. Yoxdursa, onu nə edirsən elə, heç bir şey çıxası deyil. Dolayısıyla tökülən tükə
o tökülən tük bölgəsinə iynələr vurulur, kremlər, mazlar, losyonlar, Bəli. bunlarla, amma müalicəni saxlamasın, getsin müalicənin axırına çıxsın yəni. Amma belə bir şey görülə bilir ki, bu tökülmə bərpa olur, başqa yerdə yenə tökülmə görülür. İstənilən halda stresi olmasa belə sakitləşdiricilər qəbul eləməlidir. Amma bütün hallarda bu problemin tamamilə həlli var. Bəli, bəli. Doktor, Ülker xanımın sualına aydınlıq gətirək. Sizin dediyiniz kimi soyulur həmin layihələr və deyir qohum evliliyi də yoxdur. O deməli belə deyək, daha çox pemfigus qrupu xəstəliklər dediyimiz xəstəliklərdə görülür elə bir şey. Əgər soyulma şəklində varsa və epidermolizis bulloza dediyimiz bir xəstəlik var. Bu cür iki fərqli, tam fərqli xəstəliklərdir. Biri genetik xəstəlikdir, biri autoimmun profilli xəstəlikdir. Və də hər ikisinin müalicəsi barəsində qısaca deyək. Autoimmun xəstəlik olan o pemfigoid qruplu xəstəliklərdə müalicə mümkün xronik olsa belə müalicəsi mümkündür. Epidermolizis bulloza qrupu xəstəliklərdə isə müalicəsi yoxdur, genetik xəstəlikdir. Dərini bağlayan hüceyrələr dağılırlar. Bunu araşdırıb bilmək olur yəqin ki, hə doktor? Təbii ki, orada ikincili infeksiyalardan qorunmaq, epidermolizis bullozada onlardan qorunmaq lazımdır. İnfeksiyadan qorumaq lazımdır körpəni. Düzdür, çox sevindirici xəstəlikdir. Aydın, bir şey soruşurlar, deyir, su çiçəyi keçirib nə vaxtsa, ondan sonra üzündə iz qalıb, yəqin qurdalayıb, barmaqlayıb, orada neysə, lazerlə atrofik izləri qalıbdır, çapıqları qalıbdır. Onu lazerlə götürmək mümkündür. Lazerlə dəf etmək olar. Fraksional lazerlə götürmək mümkündür. Bir də doktor, saç tökülməsi bizim endokrinoloji sistemimizə dəlalət edirmi orada yaranan problemlərə və nə dərəcədə saç tökülməsinə təsir edir endokrinoloji sistemin problemi? Əslində bir bazı toxunduq buna. Hə. Yəqin ki, biraz geniş şəkildə toxunaq və çünki bu barədə çox insan maraqlanır. Tamam. Saç tökülməsinə demək səbəb olacaq ən sıx endokrinoloji xəstələri bayaq etdiyimiz kimi zob probleminin olması, vəzin funksiyasının azalması və yaxud da ki, vəzin funksiyasının artması, hipertiroid dediyimiz durum. Onu az öncə biz qeyd etdik geniş şəkildə. Bəli. Bunun yanında kişilərdə 95%, qadınları da 50%-ə qədər digər endokrinoloji problem olaraq androgenetik tip saç tökülməsi, kişi tip saç tökülməsi dediyimiz durum vardır. Testosteron hormonunun miqdarının həm istər kişidə, istərsə də xanımda yüksək olmasıdır. Bu saç tökülməsi adətən öndən arxaya doğru kişi tipi kərlənmə, alopesi biz bunu adlandırırıq. Bunun da səbəbi ondan ibarətdir ki, tük folikullarımız testosteron hormonuna qarşı həddindən artıq çox həssasdır. İstər xanımda, istər kişidə, əgər bu hormonun miqdarı normadan artıqdırsa, artıq o folikullarda, belə deyək, o testosteron hormonu istər bunun qidalanmasını pozar, istərsə də kökünün, folikulunun kövrəkləşməsinə gətirib çıxarır. Bu da saç tökülməsi ilə nəticələnər. Doktor, bir çox sual var. Mən istəyirəm onları da sizə səsləndirim də onları cavablandıraq. Xəlifə xanım soruşur ki, salam, mənim sağ qolumda nöqtə boyda səpki olur, çox qaşınır, yod vururam keçir və həmin yerin yanından yenə o səpkidən meydana gəlir. Bilmək olar mı nədəndir? 17 yaşım var. Sol qolumda. Sağ qolumda. Sağ qolumda və qaşıntısı varmı? Aha, var. Çox qaşınır deyir, yod vururam keçir deyir, yanında deyir bir dənə də mənə gəlir o. O iki şeydən qaynaqlana bilər, ya göbələk mənşəli ola bilər, ya da allergik mənşəli səpki ola bilər. Yəni müalicələri bir-birinə tam fərqlidir. Amma yodla keçməsi biraz yəni paradoksaldır. Yəni əslində. Bəlkə təsadüfən belə olur? Keçir yodla. Yəni o cür səpki dediyim o bölgədə ya dediyimiz kimi göbələk mənşəli ola bilər, ya da allergik mənşəli olar. İmkan varsa şəklini çəkib atın. Bir də digər bir sual var. Deyir, salam, mənim qızım uşaq vaxtı dırnaq yeyirdi və onun üzündə səpkilər yaranmışdı. İndi isə 14 yaşı var. Hələ də onlar üzündə durur o səpkilər. Bunun üçün nə etmək lazımdır? Yenə bayaq dediyimiz mövzuda əslində böyük ehtimal yenə yeniyetməlik dövründə görülən sızanaqlardan gedir söhbət, akne vulgarisdən. Yəni müalicəsi xəstəliyin şiddətinə görə, səpkinin şiddətinə görə fərdi olaraq aparılır. Uyğun, ən yaxın bir dermatoloquna müraciət edəcək, onlar çox bəsitdir. Düşünürəm ki, bu doğru bildiyimiz yanlışlara, miflərə, efir ayırsaq, həqiqətən bir efirimizi kifayət qədər yekunlaşdıra bilərik. Çünki nə qədər vaxt danışdıqca yod çəkmək, nə bilim, nələrisə istifadə etmək, ay qurd var, ay bağırsaq yudururuq, ay nələr eləyirik. Doktorlardan nə qədər çox bilirik biz. İş orasındadır ki, bunlar olmasa həyatın ləzzəti olmaz. Yəni, müzakirə etmək mövzu olmaz. Nə danışardıq burada, hə? Vaxt keçirməyə bir iş olmazdı. Boş bekar vaxtını nəsə eləmək lazımdır ya, yox.
Bir izləyicimiz soruşur ki, siz və qonaqlarını salamlayıram. Əvvəlcədən təşəkkürümü bildirirəm, təşəkkür edirik biz də sizə. Deyir, mənim bığ yerimdə və burun ətrafında qabıq əmələ gəlir. Qopartdıqda yeri qızarır. Bir maz deyir vurub, o maz Adını vurduqda çəkə bilmirik, müvəqqəti keçir. Adını çəkmirəm, sonra istəsəz göstərə bilərəm. O bölgədə seborreik dermatit ola bilər. Aha. Və ya ikincisi isə impetigo ola bilər. Impetigo daha artmağa doğru gedir və bakterial mənşəlidir. Amma burun kənarında və bığ yerində o cür qızartı və qabıq şəklində daha çox seborreik dermatit olar. Aha. Yəni yağlı ekzema şəklində, Bəli. düzdür, kəpək də olar, bəzən qaşıntı olur. Bu cür, bəzən hətta qulaq arxası, qulaq içində də görülə bilir. Yəni xronik bir xəstəlikdir, amma remisiya, dayanıqlı remisiya alınır. Bir izləyicimiz yazır ki, salam, mənim əlimdə dırnaqların kökü, buralar ağarır. Aha. Nədən ola bilər bu? Orada bir qan azlığına baxdırsın xəstəmiz. Qan Dəmir, azlığı. vitamin azlığına, əksikliyinə baxdırıla bilər. Əgər hər şey normaldırsa, o genetik olaraq da bəzən görülür. Aydındır. Bizə deyirlər Leykonişiya ki, deyirlər, leykonişiya. Leykonişiya deyilir ona. Tibbdəki adı leykonişiya, dırnağın ağarması. Leykonişiya. Aydın. Biz əslində bugün bir çox sualı belə deyək, səsləndirdik. Sağ olsun həkimlərimiz cavablandırdılar. 2 saat bugün efirdə oldu, 2 saat gəldi, keçdi, vaxtımız Bəli. bitir. Sonda bir Ürək sözləriniz var mı? Buyurun. Sonda Buradan bütün Azərbaycanlı xalqımızı salamlayıram. Sağlıqlı olun, həkimə ehtiyacınız olmasın. Buyurun doktor sizin Biz də nədir? bütün xalqımıza sağlıqlı ömür arzulayırıq. Həmişə Aydın, özünüz biz üçün. təşəkkür Minnətdarım edirik doktor. sizə. Hər Sağ olun, birinizə. biz sizə Minnətdarım, təşəkkür var olasınız. Gələn ayaqlarınız var olsun, qapınız hər zaman sizə açıq. Sağ olun, sağ olun. Minnətdarım sizə, təşəkkür edirik. Buyurun, sizi yola salam, mikrofon götürün. Çox sağ olun. Təşəkkür doktor, edirik. minnətdarım. Buyurun. Buyurun. Biz də bu həftəyə olan efirimizi yekunlaşdırdıq. Bu həftəyə olan söhbətimizi yekunlaşdırdıq və bu gün də həm endokrinoloji problemlərə toxunduq, həm hamilə xanımlarımıza yüksək təzyiqlə bağlı məsləhətlərimizi verdik. Əlbəttə ki, mütəxəssislərimiz verdi. Biz burada vasitəçi olduq və eyni zamanda dermatovenerologumuzla çalışdıq ki, sizin suallarınızı cavablandıraq və dermatoloji problemlərdən danışdıq. Və həftənin birinci günü Yaşamaq Gözəldir düz 2 dəfə efirdə olacaq. Deyəcəksiniz necə? Gün Amma orta burada saat. bir şey deyək də, yəni Bəli, bir təkrar ekskluziv olmayacaq, olacaq. biləsiniz. Yalnız həftənin birinci günü belə olacaq, həmişə yox. Saat 12-də efirdə olacağıq. Və eyni zamanda saat 2-də efirdə olacağıq. Diqqətiniz bizdə olsun, gün ərzində anonsları izləyəcəksiniz. Həftə bitdi, bugün sağlaşırıq, sabah gedin, istirahət edin, soyuqdan özünüzü qoruyun, zəhlə tökən havalardan bir balaca dostların köməyi ilə, ailənin köməyi ilə, baş qatmanın köməyi ilə bu günləri keçirək, qarşıdan yaz gəlir, görüşərək, özünüzə yaxşı baxın. Və nevroloq qonağımız olacaq. Həftənin birinci günü bu mövzulardan danışacağıq və günorta saat 12 tamamda belə deyək, görüşəcəyimiz doktorlarımız Gürcüstandan olacaq. Geri gəlmişkən doktorlarımıza müraciət edə bilərsiniz. Yəni studiyamıza buyura bilərsiniz. Şəxsiyyət vəsiqənizi üzərinizdə götürün. Əgər gələcəksinizsə, bu şəraitdə sizə yaradacağıq ki, doktorlarımızla görüşə biləsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik, keyf edin.